Salam millət, bugün düz, yəni dik üçgəndə olan suallara baxırıq. Haydi başlayaq. İlk sualımız, bir dənə buna fikir verin ki, dik üçgəndə, məlumat üçün deyim, çoxunuz da bilirsiniz, ən çox Pifaqor görəsiniz. Yəni A kvadratı üzərinə gəlsin B kvadratı bərabər C kvadratı. Katetlərin kvadratları cəm bərabərdir hipotenuzun kvadratına. Pifaqordan çox istifadə edəcəyik. İndi gəlin burada. Yazırıq ki, AC tərəfi üçün, əvvəllərin baxın, sadə yazıram. AC tərəfi necə taparıq? AC-nin kvadratı bərabərdir. 1-in kvadratı üstə gəlsin, 1-in kvadratı eləyir 2. 2 də heç sənin kvadratı deyil, axı. Yazılır kök altda 2. Sonra AD-nin kvadratı bərabərdir. 2-nin kvadratı 4. Üzərinə gəlinsin kök altda 2-nin kvadratı 2, 6. 6 da heç sənin kvadratı deyildi. Qalır kök altda 6. Axırda da AY, yəni x-in kvadratı bərabərdir 6, üzərinə gəlinsin 25, verir 31. 31 də heç sənin kvadrat deyil deyə bunu da yazırıq kökün altında. Kök altı 31, D variantı. İkinci sualımızda yenə Pifaqorda x kvadrat bərabərdir. Kök altda 10'un kvadratı üstə gəlsin kök altda 6'nın kvadratı. Kvadratlar kökləri silir olur 16. 16 da nəyin kvadratıymış? 4'ün. Sonra işarələmədim. C variantı. Burada uşaqlar elə bilir ki, x gördüyümüz yeri tək saxlayırıq. Yəni 19'un kvadratı üstə 21'in kvadratı bərabər x kvadrat. Belə deyil. Fikir verin ki, 90'ın qarşısında nə dayanırsa, odur tək qalan. Yəni 21'in kvadratı bərabərin sağında olur. Bu tərəfə yazırsan x kvadrat üstə gəlsin 19'un kvadratı. X kvadrat da bərabərdir 441'dən çıxırıq. 361'i bu kvadratları 0, 8. 80 də heç sənin kvadratı deyildi. Kök altda 80 yazırıq. Onu da yerinə 16 vur 5 desək, 16'dan kök altından 4 çıxır, amma 5 qalar kökün içində. Yəni 4 kök 5. Növbəti sualımız. Bu tip suallarda da məsləhətdir ki, bunu tam bir düzbucaqlı üçbucağı tamamlayın. Bizdən nə istəyir? A ilə Y-nin arasındakı məsafə. A-Y-ni gətirib buradan birləşdirirsən. Sonra görün davamında nə edirik? Bu 8 məsafəsi var ha. Bunu buradan bura qədər qabağa köçürdürük. Buradakı 5 məsafəsini də aşağıya köçürdürsən. Və burada olur 5. Yəni sən əslində ümumi bu düzbucaqlı üçbucağa baxmış olursan. Fikir verin buna. Yəni sənin bir katetin 12'dir. Digər katetin isə 16'dır. Onda AY-nin kvadratı bərabərdir. 12'nin kvadratı üzərinə gəlsin 16'nın kvadratı. Eləyir 400, 400 də 20'nin kvadratı deməkdir. AY-miz olar 20. Yəni D variantı. Sonra 5-ci sualda da hissə Pifaqor gedək. Birinci, baxın bura bir y desək, bu Pifaqordan nə görürük? Y kvadrat üzərinə gəlsin 25 bərabərdir 61'ə. Y kvadrat bərabər 61'dən 25'in çıxırıq 36, y-i tapırıq 6. Y-i 6 yazandan sonra bir də böyük Pifaqora baxırıq. Hansı ki ABC üçbucağında olan katetlər və hipotenuzu götürürük. 6, 5'dən x bilmirəm nədir. Yazırsan 5 plus x-in kvadratı üzərinə gəlsin 6'nın kvadratı bərabərdir 10'un kvadratına. 100'dən 36 çıxırıq eləyir 64. 64 də nəyin kvadratıymış? 8'in. 5 plus x-imiz 8 olarsa x də olur 3. Bizdən də x istəyirdi. Yəni B variantı. Sonra 6-cı sualda 2 dənə ayrı gəlin Pifaqor eləyək. Məsələn, bura y desəm, Pifaqorun biri buradan gedir. Y kvadrat üstə gəlsin 16 bərabərdir 49'a. Bir dənə də Pifaqor sağ hissədən gedir. Görürsünüz buranı. Bir dənə də yazırıq y kvadrat üstə x kvadrat bərabər 64. Baxın, sistem tənli kimi düşünsə, onsuz da y-lər eynidir. Tərəf-tərəfə çıxanda silinə bilər. Aşağıdan yuxarıya doğru çıxıram. X kvadrat çıx 16 bərabərdir. 64 çıxılsın 49. 64 ilə 16 yan yana gəlir 80 eləyir. 80'dən də 49 çıxsaq 31 idi səhv eləmirəmsə. 31 də heç sənin kvadratı olmadığına görə qalır kökün altında. X'imiz kök altı 31 C variantı. 7-ci sualımızda. AB 5, 7, AC 10. Başqa da bir şeyimiz yoxdur, görürük. Əslində bu şəkil hansı şəkildir? Dördbucaqlının istənilən dördbucaqlının fərqi yoxdur uşaqlar. İstənilən dördbucaqlının
diaqonalları arasında 90 dərəcə olanda bizim belə bir qaydamız var idi. Deyirdik ki, A-nın kvadratı üstə C-nin kvadratı bərabərdir B-nin kvadratı üstə D-nin kvadratı. Fikir verin, eyni dördbucaqlıdır. Sadəcə götürüb bu CD tərəfini içəriyə qatlayıb. Məsələn, bu aşağıda gördüyünüz hissəni götürür, yuxarıya doğru qatlayır. Buradan C bura köçür, D bura köçür. Həmin bu bizim gördüyümüz şəkil yaranır, görürsünüz. İndi eyni məntiqlə qarşı-qarşıya götürəcəyik. 7 ilə x-a 1 baxırıq, 5 ilə də 10-a 1. Deyirik 7-nin kvadratı üzərinə gəlsin x-in kvadratı, bərabər 5-in kvadratı üzərinə gəlsin 10-un kvadratına. Bunu da hesablayaq. X kvadrat üstə 49 bərabərdir 125-ə. X kvadrat bərabərdir 125-dən 49-un çıxaq. 6 buradan, 11-dən də 4-ü geçsin, 76. 76-da 4 vur 19 deməkdir. Yəni kökün altında 4 vur 19 yazaq x üçün. X də olsun buradan 2 kök altı 19. C variantı. Sonra 8-ci sualda baxın, bayaq dediyim qaydadır. Üzbəüz bu dəfə şəkli tam verib içəriyə doğru qatlamayıb. 5-in kvadratı üstə gəlsin. Bu 90 dərəcəyə görə deyir, amma olmasaydı deyə bilmirdik. 5-in kvadratı üstə x-in kvadratı bərabər 4-ün kvadratı üstə 7-in kvadratı. 25 üstə gəlsin x kvadrat bərabərdir 16 üstə gəlsin 49. X kvadrat bərabərdir 24 ilə 16-ını toplayanda 40. 4 vur 10 yazsaq olar 2 kök altı 10. Yəni B variantı. Sonra 9-cu sual. Pifagora görə yenə istifadə edək. A plus 1-in kvadratı üzərinə gəlinsin A plus 2-nin kvadratı bərabərdir 2A plus 1-in mötərizə kvadratına. Bunu da açsaq A kvadrat plus 2A plus 1 üzərinə gəlsin A kvadrat üzərinə gəlsin 4A plus 4 bərabərdir. Bunu bu tərəfə yığaq biraz. Bərabərdir 4A kvadrat üstə gəlsin 4A plus 1. İndi silinmələrə baxaq. Birlər soldan sağdan gedir. 4A ilə 4A gedir. A kvadratları yan-yana yığanda olacaq 2A-nın kvadratı çıxılsın 2A, çıxılsın 4 bərabərdir 0. Hər tərəfdə 2-yə böləndə olur A kvadrat çıx A minus 2 bərabər 0. 1-7-dən köklərimiz 1-2-dir. Müsbət 1 olsun deyə mənfi 1-2. Məsafə də mənfi olmaz. A-nı yerinə gətirib yazırıq ki, heç 0 da olmaz mənfi 1 qoyanda. A-nı istəyir 2B variantı. Növbəti yenə Pifagor gedirik. 8-in kvadratı üstə gəlsin 16-ın kvadratı. 256 üstə gəl 64. Verir 0, 320. 320-nin də yerinə nə yazmaq olar? 64 vur 5 deməkdir də bu da. Yəni kökdən çıxır 8, kök altıda 5. C variantı. Sonra bir dördbucaqlımız daha. Gəlin bunu 2-dən ayrı 3 bucağa ayırıb, 2-dən ayrı Pifagor istifadə edək. Buradan yazırıq ki, 12-nin kvadratı üstə gəlsin 5-in kvadratı bərabərdir BD-nin kvadratına. 169-dan BD çıxır 13. Sonra bir dənə də Pifagoru yuxarıdakına görə eləyirik. Yəni x kvadrat üstə gəlsin 6-ın kvadratı bərabərdir 13-ün kvadratına. X kvadrat bərabərdir 169-dan 36 çıxırıq. Verir 133. O da heç yəni kvadrat olmadığına görə kökün altında yazırıq. C variantı. Sonra 12-ci sualımızda. Demək, x-imiz var 3, 3 kök 10. Yenə Pifagora gedirik. X kvadrat üstə gəlsin 9 bərabərdir 3 kök 10'un da kvadratı 90. X kvadrat bərabər 81'dən x-imiz də çıxar 9. Y variantı. 3-4 Pifagorundan uzatmıram. AC'miz olur 5. 13-5 Pifagorunda da çatışmayan hissə 12'dir. Yəni bir müddətdən sonra əliniz, gözünüz öyrəşir. Birbaşa ədədləri yaza bilirsiniz. Növbəti 13-dən 9'un cəmi 12. Bizim belə bir Pifagorumuz vardı. 9, 12, 15 düzdürmü? Onda bura gəlir 9 yazırsan. Digər Pifagorda buradan yazırıq. 9'un kvadratı üstə 3'ün kvadratı bərabər x kvadratına. 81'in üstünə 27 gəlir, eləyir 108. 108'in də yerinə 4'ə böləndə 54, 2, 27, 6 kök nə qədərsə çıxır. 36 vurulsun 3 yazanda belə 6 kökçü olur. Səhv demədim inşallah. Baxın 12, 9, 15. X istəyir 81 üstə 27 yazmışam. 81 üstə gəl 9 yazmaqdan.
90, 90 da yerine 9 vur ondan 3 kök 10 çıxar. Yəni D variantı. Sonra 15-də. Bərabər yanlı üçbucaqdan əvvəlcə birinci uşaqlar 90-dan bir median çıxanda bizim belə bir qaydamız vardı muhteşem üçlüyə görə. 90-dan bir parça çıxır. Hipotenuzun yarısı olur, özü də buna bərabərdir. Yəni bu 5-i burada köçürdə bilirik. Bu məntiqlə bizim hipotenuzumuz olur 10, x-a da qalır 8. Yəni 6, 8, 10 üçgəni var deyə. Pifagordan gəlir o da. 16-cı sualımız. 17, 8-dən birincisi AB-ni taparıq. 289-dan 64 çıxanda 225 bura 15-in kvadratıdır. Sonra da deyirik bura 15, bura 25 isə bu da bütövlükdə qalır 20. X da olur 12. Yendirəm Pifagordan şifahi elədim. Siz oturub yaza da bilərsiniz. Növbəti sualımız. Yenə 90-dan bir median çıxıbsa, baxın ABC üçgəninə. Buradan muhteşem üçlü qaydamız var. Burada gətirib 5 yaza bilirik. Sonra görək nəyimiz var. AD DC bərabər. D'dən Y-yə qədər də 12 verib. DY-miz 12-dirsə, onda bu hissəmiz də olur 13. Bu üçgənin 5, 12, 13 üçgəni. D variantı. 18-ə baxaq. Demək, 90-dan yenə bax, fokusan birinci uçuzağa. Muhteşem üçlümüz var, fikir verin. Bu hissə, bu hissə, bu hissə eynidir. 6, 8 Pifagorundan, onsuz da BD 10'dur. BD-ni yarıya bölürük. 5, 5, buradan 5. Bir dənə də Pifagor buradan gəlsə, 3, 4, 5 üçgəni, Misir üçgəni də deyirlər bu 3, 4, 5-ə. Onda x-imiz olur 4B variantı. 19-a keçək. Demək, 2, 8-dən sağ tərəfi tapmaq olar da, başqa bir şey vermir. Deyir, AD DC bərabərdir. AD ilə DC eynidir və 90-dan da çıxıbsa, yenə muhteşem üçlü qaydasına görə gedirik. Yəni, BD-də eyni şey olmalıdır. Məsələn, buranı bilmirəm, YD-ni Y desəm, onda hər tərəfi Y plus 2, Y plus 2 olur. Və 90-ın yanında 90-dır deyə, buradan bir qəşən Pifagor işlədərik. Onlar Y kvadrat üstə 8-in kvadratı bərabərdir. Y plus 2-nin mötərizə kvadratına. Müxtəsər vurmadan açaq düsturumuzu. Y kvadrat üstə gəl 4, Y üstə 4. Y kvadratlarımız geçsin 4y bərabərdir 60 özü y-də olsun 15. Bu bizdən x istəyirdi, onda bura olur 15 plus 2-dən 17. Yəni Y variantı şərtə qaydım baxın. Növbəti sualımız. Birinci bərabər yanlı üçbucaqda təbədən gələn parça həm hündürlük, həm median, həm tən böləndir deyə bu ikisi x yaza bilərsən. Sonra 5, 13, 12 üçgəni var burada hazır. Burada 12 yazırıq. Bir dənə də Pifagor buradan gedir. X kvadrat üstə gəlsin. 81 bərabər 144-ə. X kvadrat bərabər 144-dən 81-imizi çıxaq. 3, 63, 9 vurulsun 7 desək, 3 kök 7 alınır. D variantı. 21-də nəyimiz var? Burada 2 dənə 90'ımız var. Birincisi Pifagordan 18, 6 olduğunu görürük. Bu tip belə zigzaqlı üçbucaqlarda uşaqlar %90 o ən təpə 2 dənə nöqtəni birləşdirin. Çox vaxt belə gedir bu suallar. Baxın BD-ni birləşdirsək, bu 2 dənə üçbucağa fokuslanmanızı istəyirəm. Bu 2 dənə sarı üçbucaq. Görürsünüz bunları. Bunlar bir-birinə bənzər çıxacaq. Necə çıxır o bənzərlikdə? Baxın bura alfa desəm, qarşısı təzədən alfadır. Yuxarıdakı 90 alfa, bu təpəyə qalır 90 çıx alfa. Aşağıda da D, məsələn, bura bir M nöqtəsi deyim də. DM7 də 90 alfa, bu hissəmiz olur 90 çıxılsın alfa. Üç bucağı eynidirsə, avtomatik bunlar bərabərdir. Bərabər deyil də oxşar deyim daha doğrusu. Bənzər üçgənlərdir. İndi buradan alfaların qabağını bir götürüb bölmək olur. 6-nın K-yə nisbəti, AM-nin də, daha doğrusu 6-nın olan nə idi? MY-nin də, nədir bu? AM-ə nisbəti. Buradan ixtisar gedir 2-nin 3-ə qalır. Yəni 2K, 3K yazmaq olar da. Gətirək, MY-yə 2K yazaq, AM-ə də 3K. Burada yəqin ki bir problem olmaz. 3-ə ixtisar eləmişdim. Sonra bir də bizə ümumi o AY parçasını vermişdi, görmüşdüm. AY'si o burada 8. AY ümumilikdə nədir? Baxın bu hissəmiz 5K bərabərdirsə 8-ə. K-nı tapırıq 8 bölü 5. O zaman gətirib burada yerinə qoysaq, Pifagor kimi düşünün də. 8, 16 bölü 5. Birazdan bu Pifagoru istifadə edəcəyik deyə. Eyni qaydada bu 2-nin 3 nisbəti
DM və MB'də də özünü davam elətdirir axı. Məsələn, bura 2A yazıramsa, bura olur 3A. Bayaqki oxşarlıqdan geçsək. İndi gəlin burada balaca bir dənə Pifagor eləyək. O A nəymiş tapaq. Olacaq nə? 2A'nın kvadratı bərabər imiş. 6'nın kvadratı üzərinə gəlinsin 16 bölünsün 5'in kvadratına. Bu kəsirlər də sizə qorxuzmasın hesablanır. Olur 4A kvadrat bərabərdir 36 üzərinə gəlinsin 256 bölünsün 25. Hər tərəfdə 4'ə bölək bir sadələşsin. A kvadrat bərabər 9 üstə gəlinsin 64 bölü 25. O da bərabərdir 25'də. 25'i 9'a vuranda 225 elirdi, 150 elirdi. 5, 9, 45, 4, 225. 225'in üstü 64 gəldi. 289 qəşəngdə kök çıxır. Yəni A'mız olur 17 bölü 5. A'mız hazır. İndi A'nı tapandan sonra nə etmək lazımdır? Bir də X üçün baxın bu üçbucağı fokuslanın, yaşlı olanı. O üçbucağı da hətta kənarda çəkim. Aşağımız X'dir, sağ tərəfimiz 11, sol tərəfimiz də bütövlükdə 5 aydır. Düzdürmü? A'nın qiymətini tapmışıq axı 5'də 17. 5 vurulsun 5'də 17 ixtisar gedir. Qalır bu hissəmiz 17. Yəni sənin hipotenuzun 17'dir. Bir dənə də buradan Pifagor eləyəsən. X'in kvadratı üzərinə gəlsin 11'in kvadratı bərabərdir 17'in kvadratına. X kvadrat da 289'dan çıxaq 121'in. 8, 6, 168. Onda heç sənin kvadratı deyil deyə 4'ə bölsək eləyər 42. Yəni kök altda 4 vurulsun 42 yazsaq X'in yerinə. Çıxar 2 yanında da kök 42. Şu. Tipi biraz qarışıq görünür amma hissələrə böləndə alınır. 22-ci sualımız hazır bir oxşarlıqdır. Oxşarlıqdan çox istifadə eləyəcəyik. İndidən gözünüz öyrəksin. Alfa alfa desək 90 minus alfa. 90 minus alfa bu təpələrə qalır. Bizə indi nə verib? 5, 3, AD bütövlükdə 17. Hə. Heç oxşarlığa getmərəm. Niyə? Bunu qarşıya köçürmək olur. Gəlin, bilirik. A'dan deyək ki, bütöv verib ha, buranı 17. Bu üçü qarşıya köçürdək ki, siz daha böyük bir Pifagor görə biləsiniz. Baxın, 3'ü buradan köçürdürəm. Sizin Pifagorunuz artıq budur. Bir tərəfimiz 8, bir tərəfimiz 17-dirsə, 289'dan 64'ün çıxırıq. 225, 225'də nəyin kvadratda 15'in. Yəni, məsələn, bir neydi? Neydi parçamız 15'dir. Bizdən istədiyi X'dir. X də haradır? BC. Yəni, bu 15'i qarşıya köçürdə bilirsən də düzbucaqlı kimi. Burada bütövlükdə olur 15. Yəni, D variantı. 23'ə keçid alaq. Burada 2 dənə Pifagora oxşuyur. 90'lar üzbəüz dayanıb. Eyni parçalarımız da var. 12, 16'dan birincisi biz buranı bütöv tapa bilərik. Yəni, sağdakı Pifagor deyirəm. Buranı görürsünüz. 12'nin kvadratı 144, üstə 256, yəni 400. AC'miz bütövlükdə olur 20. Bunu da ayrı-ayrı bilmirəm deyə. Gəlin bura y desək, bunun bir kənarına qalar 20 çıxılsın y. Sonra nə iş görək? Bu ikisi dik idi. Bizdən axırda nə istəyir? X'i. İndi heç bu 20 çıxılsın y-lərə ehtiyacı yoxdur. Niyə görə? Bizim belə bir qaydamız var idi ki, 90'dan median çıxanda muhteşem üçlü yaradırdı. Yəni AC bütövlükdə 20-dirsə, yarıya bölürsən 10, 10, burada qalır 10. Bu hissələri gördük. Sonra X üçün indi nə istifadə edir? Yenə, baxın, eyni məntiqdir. Necə olur ki, burada da 90'dan bir median çıxıbsa, soldakı üçgəndə yenə muhteşem üçlü qaydası yaranmalıdır da. Bu 10'lar özün bura köçürməlidir. Yəni X'imiz də olar avtomatik 10. Bu da D variantında. Sonra 24-cü sualımızda nə eləyək? 90'lardan yəqin ki, bir B'dən aşağıya hündürü endirmək olar. Gəlin bu hündürlüyümüzü endirək. Buradan bura qədər qarşı tərəflər eynidir. Buraya 9'u yazıram. Bu hissəmiz X olsun. Əgər bunun bütövü deyirdi axı BC ilə DC eyni şeydir. Hər ikisi 17 idisə 17'dən 9'unu çıxarıq. Bura qalar 8. Sonra bir dənə də Pifagor bunu istifadə eləyərik. X kvadrat üstə 64 bərabərdir 289'a. X dolar 225'dən 15'in kvadratı. Yəni Y variantı. Əgər bizdən X istəyirsə, bəli, X istəyir. Test 1'in B'sinə keçdik. Bu adi Pifagor ilə 15'dən çıxanda 6'nı verir 9. O da bizə 3'ün kvadratı demək olur. A variantı. İkinci sualımızda da 2 dənə Pifagor var. 10, 8'e görə AC olar 6. Bir də bu
Pifagoru yoxlasaq, x kvadrat 9, 36. 36'dan 9'u geçsin 27. 9 vur 3 desək, olar 3 kök 3. Yəni C variantı. Bayaqki dediyim kimi bunlar qarşı-qarşıya köçürdək, bütöv məsafəni tapaq. A ilə D-nin arasındakı həmişə də minimum məsafə istəyir, yəni ən qısa düş demək istəyir. AD-ni birləşdirirsən, buradan bax, kölgə kimi qabağa köçürürəm. 5'i köçürdüm, bunu da birləşdirirəm. Görün nə qəşəng bir dənə Pifagor yarandı burada. Görürsünüz? Bu Pifagora fokuslansaq, bir tərəfimiz 8'dir. Başqa, bir də aşağımız 6'dır. Görürsünüz mü? BC-ni aşağıya məsələn MD kimi köçürdüm. 8, 6 Pifagorundan da AD nə çıxır? 10 təbii ki. Yəni, A variantı. Dördüncü sualımızda da olacaq x kvadrat üstə 100 bərabərdir 121'ə. X kvadrat bərabər 21, o da heç nəyin kvadratı deyil deyə qalır kökün altında. B variantı. 5-ci sualda hissə isə Pifagor gedək. Birincisi, buradan 5 1'dən 25 üstə 1 eləyir kök altında 26. Aşağıdakı 26 üstə 4'dən olur kök altında 30. Bu. Ən axırıncı burada da 30'un üstə 6 gəndə 36 da 6'ın kvadratı deməkdir. Yəni D variantı. 6-cı sualımızda da x kvadrat üstə gəlsin 30'un kvadratı bərabərdir 31'in kvadratı. X kvadrat bərabərdir 31'in kvadratı çıx 30'un kvadratı deməkdir. Gedib bunu alt-alta vurmağa ehtiyacı yoxdur. Nöqtəsər vurmadan biz onsuz da görürük də. 31 minus 30, bir də 31 plus 30 kimi. Bu eləyir x kvadrat bərabərdir 1 vurulsun 61. 61 də heç nəyin kvadratı deyildi, qalar kökün altında. Yəni Y variantı. Sonra cıma. Bunu keçən dəfə də dedim uşaqlar. Bu əslində diagonalları arasında 90 dərəcə olan bir dördbucaqlıdır. Götürüb neyiniyib? Bunun bu aşağıdakı hissəsini qarşıya doğru qatlayıb. Bax, belə bir şəkil yaranıb. Bunda da bizim düsturumuz nə idi? Qarşı tərəflərin kvadratları cəmi. Bax, sadə, bəsit, qəşəng qaydadır. 8'in kvadratı üstə x-in kvadratı bərabərdir 6'ın kvadratı üstə gəl 12'nin kvadratı. 64 üzərinə gəlsin x kvadrat. 36 üzərinə gəlinsin 144. 180'dən də çıxmalıyıq 64'ün 116 edir səhv eləmirəmsə. 116 heç sənin kvadratı deyil deyə hissələrə bölək. 2'yə bölsək 58, 58'i 2'yə bölürsən 29, 2 kök 29 olur x-imizdə. 2 çöldə 29'da kökün içində C variantı. Sonra burada da yine Pifagorumuz x kvadrat üstə gəl 9 bərabərdir 3 kök 5'in də kvadratı eləyir 9 vur 5 yəni 45. X kvadrat bərabərdir 36'ya x də olsun 6. O da Y variantı. 9'da yine bir Pifagor x kvadrat üstə gəl 24'ün kvadratı bərabər 26'ın kvadratı. Bu rahat bir şeydir. 676'dan 576 çıxanda olur 100. 100 də nəyin kvadratıdır? Təbii ki 10. A variantı. Növbətisində 10 kök 2'nin kvadratı eləyir 100 vur 2'dən 200 bərabərdir 6 kök 2'nin kvadratı 36 vur 2'dən 72. 200'dən 72'sini çıxaq 128. 128 də 64 vur 2 kimi düşünsək olar 8 yanında kök 2. Yəni C variantı. 11'də Pifagorun biri yuxarıdan gedir 9 12 aşağı olur 15. Digər Pifagor da aşağıdan gəlir 225'dən 100'ün çıxanda qalır 125. 125'də 25 vur 5 kimi düşünək ki olsun 5 kök 5. Yəni x-imizin birbaşa cavabı o. Növbəti Pifagorumuz burada 13 5 demək bura bütövlükdə olmalıydı 12 x-a çatışmır 7. C variantı. Sonra 9 12 yine bura 15 25 15'ten 625'ten 225 gelir 400 o da 20'nin kvadratıdır. D variantı. 14'te demek 8 17 aşağıya kalır 15 15 9 bu da olur Pifagor'dan 12. C variantı. 15'te 15 9 bura olur 12 ve devamında da 12 5 diğer üçgenimiz 13. Hipotenüs yani A variantı. Sonra bu Misir üçgenidir 3 4 5 buradan da 30 60 90 xassəsidir. Bura 4 kök 3'dür. Uşaqlar əgər gördünüz ki bir katet hipotenuzdan 2 dəfə kiçikdir, onda o kiçik tərəfin qarşısına 30 dərəcə yazırıq. Hipotenuz 90'dırsa avtomatik bura qalır 60.
Bu da olur 60'ın qabağı 4 kök 3. Bir qayda öyrənsəz yaxşı olar. Qaydanı da bura yazırım. Demək 30, bura olsun 60, 30'un qabağı x, 60'ın qabağı x kök 3, 90'da qabağı 2x. Bu bir qaydadır. 17'ye keçək. 5 kök 2 demək nə deməkdir bu? Kök 2'ye vurursa hipotenuzu bu bərabər yanlı 45, 45, 90 xassəsidir. Burada olur 5. Sonra 5 ilə 7'nin cəmi 12. Növbəti Pifagora baxsaq. 5, 12 demək x'imiz olur 13. C variantı. Sonra demək 5 ilə 4'ün cəmi bu hissəmiz 9'dur. 13, 5 Pifagoruna görə burada 2'dir. 12, 9 Pifagoruna da baxsaq, x dolar bütövlükdə 15. Bunlar şifahi gedirəm, sadədir deyə vaxtınızı almayaq boş-boşuna. Pifagordan yenə 6, 18 üçgəni, 17 bura, 8 bura, digər katet olmalıydı 15, x onda qalır 9. Görsün hansı nə sürətdir. 20'də də 5, 13, bura 12'dir. Davamında 12, 12 demək 12 kök 2 olacaq. 45, 45, 90 xassəsinə görə. 21. sualımız 2, 4, 6 burada, 10 burada, 8 buradır. 4, 8'in də bir xüsusi xassəsi yoxdur. Katetlərdən Pifagor eləyirik. 64'ün üstü 16 gələndə 80, 16 vur 5 desək 4 kök 5. C variantı. Demək növbətisi nədir? 15 bura. Burada 2 dənə Pifagor gedəcək uşaqlar. Bu hissəni bilmirik. Y deyil. Birincisi x kvadrat üstə gəlsin. Y kvadrat bərabərdir 13'ün kvadratı 169. Bir dəfə də bütövündən baxırıq. X plus 4'ün kvadratı üzərinə gəlsin y kvadrat bərabərdir 15'in kvadratı 225. Buradan sistemdən tərəf-tərəfə çıxanda fikir verin. Bu y-lər artıqdır da gedər. Qalar x kvadrat üstə 8, x üstə 16. Aşağıdan yuxarıya doğru çıxıram. Çıxılsın x kvadrat bərabərdir 225'dən də 169'un çıxaq. 6, 5, 56. X kvadratlar gedir. 8x bərabərdir 56'dan 16'sı geçsin 40. X'imiz da olsun 5. B variantı. 23'də burada hazır Pifagor var. 8, 17. Burada düşür 15. Digərdə 12, 15, 9 üçgəni. Buradan. Yəni B variantı. Bir davamı 39, 15'dən birinci gedək bu AC-ni tapaq. Yəni 39'un kvadratından 15'in kvadratını çıxmaq lazımdır. Onu müxtəsərlə eləyək. 39 çıx 15, bir də 39 plus 15 kimi. Bunun bir y yazsaq, y kvadrat bərabərdir. Bu da bərabər olur nə? 39'dan 15 çıxıram, 24, 39'un üstə 15 gələndə 6, 56. 24 vur 56'ında necə göstərək? Göstərməyə ehtiyac varmı ki? Hesaplamayaq. Y-in yenə yazıram kökün altında 24 vur 56. İndi bir də x-i tapmaq üçün bütöv Pifagordan istifadə edirik. Baxın bu hissədə. X kvadrat bərabər olacaq 12 ilə 15'in cəmi 27. 27'nin kvadratı üstə gəlsin 24 vur 56. Buradan da elə bilirəm ki, ortaq vuruq çıxartmaq olar. 24'ün yerinə 8 vur 3 yazsaq, 56'ın da yerinə oturub hesablayaq mı bunu? Əl qərəsi hesablayaq. 24'ü vuraq 56'ya, ortaq vuruqdan bir şey görmədim. 6, 4, 24, 2, 6, 2, 12, 14, 5, 4, 22, 2, 5, 12, 4, 4, 3, 1344. Üstə gəlmək lazımdır. 27'nin kvadratını əzbər bilirik. 729. Nəsə xoş rəqəmlər görmürəm buradan. 4 ilə 9'un cəmi 3, 4, 2. Sonra 3 ilə qutaran bir kvadrat var ki, yox. Nəysə səhv eləməmişik inşallah. Bir qayıdın baxın misala. 39'dan 15 çıxmışdım 24. Toplayanda 40, 56 nədir? 54 deyə bura. Sorry. Dəqiq onu da düzəldirəm. Heç bunun alt-alta Pifagoruna ehtiyac yoxdur. Pifagora ehtiyac var, yəni alt-alta vurmağa ehtiyac yoxdur. 27'nin kvadratı üstə gəlinsin. Bura oldu 54. Düzdürmü? 54'ün yerinə 9 vur 6 yazaq. Onda olacaq nə? 9, 24'ün də içindən 3'ü götürək. Yəni bunu parçalayıb belə düşünmək istəyirəm. 3 vur, 8 vur, 9 vur 6. Niyə görə? 27'ni ortaq vuruq çıxarda biləsiniz də. 3-dən 9'u bir-birinə vuranda 27 vurulsun. Nə deməkdir bu? 8-i 6'ya vuranda 48. Gəlin 27'mizi ortaq vuruq çıxardaq.
Mötərizədə qalır nə? 1 plus 48. Qəşəng də kök çıxacaq buradan. X kvadrat bərabərdir 27 vur 49. X bərabərdir 49-dan 7 çıxır. 27-dən də 9 vur 3 yazsaq 3 kök 3 21 kök 3 olmalıdır. Burada həlli baxıram uşaqlar, videonu saxladım, təkrar baxıram ki, səhvim varmı? Səhv yoxdur. O bayaq bir dənə 54-56 problemi idi, onu düzəltdim. Yəni bunun cavabı maalesef ki, kökdə qalır. AB məsafəsi kökün altında 21 vurulsun, 3 olacaq, kök 3 olacaq. Keçək növbəti sualımıza. Bunun Pifaqoruna baxaq. 7-25-dən əvvəlcə burada nə olur? 625-dən çıxırıq 49-u, səhv eləməmsə 576 olmalıydı. 625. 6 buradan 7. 576 nəyin kvadratıdır? 24-ün kvadratıdır. Bir dənə də Pifaqor bütöv götürsək, 11 ilə 7-nin cəmi 18. Burada 24. Bir dənə də deməliyik ki, x kvadrat bərabərdir 18-in kvadratı üstə 24-ün kvadratı. 324-ün üstünə gəlirik 576, bu da 900 verir. 900 da nəyin kvadratıdır? 30'un. Yəni Y variantı. 26-cı sualımızda 6-8 Pifaqoruna görə BC bütövlükdə 10'dur. Bunu da yarıya bölüb 5-5 demişik. Sonra bir dənə də Pifaqor buradan gəlsin. 25-in üstə 4 gələndə 29. Heç nəyin kvadratı deyil deyə kökdə qalır. Yəni D variantı. Sonra 27-də. Demək, 2 dənə yenə Pifaqor götürək. Bura y yazsaq. Pifaqorumuzun biri içərdədir. X kvadrat üstə y kvadrat bərabər 25'ə. Bir dənə də bütöv olandan götürürük. X kvadrat üstə gəlsin 2y-in kvadratı edir 4y kvadrat. 2 kök 13-də 4 vur 13-dən 52. İndi burada fikir verin, tərəf-tərəfə çıxanda x kvadratlarımız eynidir, gedər. Qalır 3y kvadrat bərabər 52-dən də 25-i geçsə, qalır 27. Y kvadrat 9, y tapırsan 3. Y-i də 3 tapdıq, gətirib yerinə qoyaq, x tapaq da. Baxın bu hissədə məsələn. X kvadrat üstə gəl 9 bərabər 25-dən. X kvadrat bərabər 16, x-in də çıxır 4. Bizdən də x istəyirdi, yəni C variantı. Sonra növbətisində 7-5'ə uyğun bizdən istəyir AD-ni. Yenə gəlin bunu bir qarşıya köçürdək. Bax, o yuxarıdakı 7-ni qarşıya köçürdürəm. Sizin AD-yə baxan belə bir Pifaqorunuz yaranır, görürsünüzmü? Bizə BC-ni verib mi? Verib 9. Bu kənarımız 9'dursa, onda 9, 7 ilə 5'in cəmi 12. Pifaqordan da bu hissə çıxır 15. Görürsünüz? 9, 12, 15 üçgəni. A variantı. Sonra 29'da. Bunu Pifaqor getməyə dəyərmi ki? AB A-ya perpendikulyar, AB 6. Təpədən bir 90 gətirsək yaxşı olar. Çünki trapeziyada biz hündürlükləri endirə bilirik. 7 aşağıya kopyalansın. 15'dən 7'si gedir. Bura qalır 8. 6 da qarşıya gəlirsə, elə buradan Pifaqordan çıxır. 6, 8, 10 üçgəniymiş. Bu daha yaxşı. Y variantı. 27, 30'da. 90'dan bir median çıxırsa, muhteşem üçlü qaydasına görə bunun üçü eyni şeydir. İndi Pifaqordan da 5, 12 hesaplayanda bu hissəmiz 13'dür. Yarıya bölürsən 6, 10'da 5, 6, 10'da 5. Burası da olmalı 6, 10'da 5. X'imiz olur 6, 10'da 5. Yəni 13'ün yarısı C variantı. Sonra 31'də AD-ni istəyir. Yenə qarşıya köçürdək. Baxın. Yuxarıdakı 5'i aşağıya köçürdürəm və biz belə bir Pifaqor görürük. Görürsünüzmü? Bizə də CB məsafəsini verməlidir ki, verib 15. Bura 15-dirsə, qarşısı burada 15'dir. İndi bu Pifaqora baxaq. 15 8'ə görə nə idi? 17 idi də hipotenuz, düzdürmü? Bura bütövlükdə olmalıdır 17. Demək 17 C variantı. 32'də eyni parçalarımız var. Dik üçgəndir. Lap yaxşı oxşarlığa getmədən biz bunu sizə necə göstəreyim? Məsələn, Pifaqor eləyərik 2 dənə yenə. Y deyək. Pifaqorumuzun biri budur. Y kvadrat üstə 9 bərabərdir x kvadrata. Digər Pifaqorumuzda x kvadrat üstə gəlsin y kvadrat bərabərdir 81'ə.
Bizə əgər x kvadratlar lazımdırsa, x lazımdırsa, gəlin bunu tərəf-tərəfə çıxaq sistemlə. O y-lər artıqdır da geçsin. Qalar 9 çıx x kvadrat bərabərdir. X kvadrat çıx 81. X kvadratlar yan-yana gəlir ki, x kvadrat bərabərdir. 81 ilə 9 toplansın 90. X kvadratımız 45. 9 vur 5 kimi düşünsək, o da olar 3 yanında kök 5. Yəni, x-ımız nə idi? 3 kök 5. Bu da bizdən x istəmirmi ki? Neyse, inşallah ki, səhv eləmədim. Bir dənə təzdən baxım. Kvadrat. Çıxdıq bunu. 9 çıx x kvadrat. 81 gəldi. 90. 2'ye böldük. 45. X oldu. Yox, uşaqlar. 3 kök 5'dir bu 100%. Düz verməyib. 3 kök 5'dir bunun cavabı. Növbətisinə keçid alaq. Demək, burada nəyimiz var? 90'dan, bu y nöqtəsini verib, özümüz gəlin bunu istəyirsiniz birləşdirək. 90'dan çıxacaq bu median. Muhteşem üçlü qaydasına görə burada eyni olmalıdır. 3 dənə eyni parçamız olsun. Buralara məsələn vermirik, y deyək. İlk Pifagorumuz nə çıxır? 12 bura, 10 bura. Yəni 12'nin kvadratı üstə gəlsin 10'un kvadratı bərabərdir bütövünə. Yəni 2y'nin kvadratına. Bunu hesablayanda 4y kvadrat bərabərdir. 144'ün üstə 100 gəlirsən 244. Bunu 4'ə bölürük, olur 61. 61 də heç şeyin kvadratı deyildi ya. Bunu saxlayırıq kökün altında. Buralar olsun kök 61, kök 61. İndi bizə nə lazım idi? Ay, c bərabərdir, bu 2 idi bu. Onlar idi. Hə, orta xəttdən də getmək olardı əslində buradan. Elə bil mən bunu artıq elədim. Eybi yoxdur, qalsın. Bir dənə də y nöqtəsindən qarşıya bir orta xətt çəkək. Bura orta xəttsə onun yarısı oturacaq onda. Yarısı bura olur 5. Ümumi də bu məsafə 12 deyildi. Bunu yarıya bölürsən, 12'nin yarısı olmalıdır 6, 6. Bura gərək 4 olsun ki 6 olsun. Bunu yığışdırıram. Bura qədər də olsun 6. İndi bir də bizə nə lazım idi? Hə, x-i tapmaq. X-i tapmaq üçün də fikir verin, bu Pifagor bizə lazımdır. Ay, baxın, bu Pifagor görürsünüz, x-in dayandığı yer. Yəni, x-in kvadratı bərabərdir. 4'ün kvadratı üstə 5'in kvadratı. Yuxarıdakini də eləmək olar, amma artıqdır, lazımsızdır. Yazıram, bura artıq eləmişik bunu. Buradan da olacaq 16, 25, 41. 41 də heç şeyin kvadratı deyil deyə qalır kökün altında 41. C variantı. Sonra 34. Bunu bayaqda dedik. 90 dərəcə altında kəsişirsə, bunların kvadratları cəmi bərabərdir. Yəni 7'nin kvadratı üstə 3'ün kvadratı bərabərdir. X kvadrat üstə 25'ə. 49 üstə gəlsin 9 bərabərdir x kvadrat üstə 25. 49'dan 25'in çıxıram 24. Üstə də 9 gələndə eləyir 33. 33 də heç şeyin kvadratı deyildi. Yenə qalır kökün altında. D variantı. 35'ə keçək. Burada da bayaq kimi fikir verin. Arada bu 90 dərəcə yenə nəyi göstərir? Buradan bunların kvadratları cəm bərabərdir. 10'un kvadratı üstə gəl 8'in kvadratı bərabərdir. 6'ın kvadratı üstə x kvadrat. 164 sol olsun. Sağda da 36 plus x kvadratına. 164'ten 36'sı geçsin 128. Yine 64 vur 2 yazsaq. Bir dəqiqə, nə səhv eləmədim. Bir dəqiqə. Hə, bunun diagonalları arası 90 olmur. Bir dəqiqə. Bir dənə şey səhv gördüm mən orada. Adi Pifagor kimi getmək lazımdır. 6, 8'den 10. Sonra ümumi düzbucaqlığa baxmaq lazımdır ki 10, 10. Bura olur 10 kök 2. 45, 45, 90 xassəsinə görə. C variantı. Növbətisinə keçid alaq. Mən bu aşağıdakı ilə qarışdırdım. Arada 90 olması bəs edir diagonallar arasında orada. Birincisi 5, 5'dən buradan nə eləmək olar? Bunu tam bir üçbucağa da tamamlamaq olar. Bir paralellik falan bizə verməyib ki. Yox, 90'larımız var. Bunu birləşdirək. Əvvəlcə ilk gördüyüm budur. 5, 12 üçgəninə görə Pifagordan bura olur 13. Sonra buradan gedirsən 5, 13'dən bu hissə olur 12. Bir də sağa baxsan 12, 16, 20 də buradan gəlir. 3 dənə ayrı Pifagor. Y variantı. Sonra növbəti testin birincisi. Bu Evklid qaydasıdır. Bunu yazaq əzbərləyin uşaqlar. Evklid nə idi? 90'dan çıxırdı, 90'a gedirdi. Bax, 90'dan çıxır, gedir bir hündürlük yaradır. H bərabər idi hipotenuzun üstündəki parçaların hasili h kvadrat. H kvadrat bərabər x, y. Qaydamız bu. İndi biz də deyirik ki, x-in kvadratı bərabərdir bu hissələrin hasili.
3 vur 9. X'in də olar 3 kök 3. Çünki 3 heç nəyin kvadratı deyil. D variantı. İkinci də eyni qayda ilə. Birincisi buranı bilmirik. Deyəcəyik ki, h-ın kvadratı bərabərdir 7 vur 9-dan. Yəni h kvadrat bərabərdir 63. H-ın özü olur kök altı 63. Heç çıxartmam. H-ın yerinə yazsan kök altı 63. Bir dənə də Pifagor sağda getsə, olar kök altı 63-ün kvadratı 63 üstə gəlsin 81 bərabər x kvadratına. X də olar kökün altında 144. Oradan da çıxır 12. Y variantı. Sonra 3-də 90-dan bir median çıxıbsa, əvvəla bu muhteşem üçlü qaydasıdır. Bunun hər tərəfinə 4 yazırıq. Sonra danışırıq ki, necə olur ki, təpədən çıxan parça həm hündürlükdür, həm mediandır. Demək, burada həm də tənböləndir. Onda bu ancaq ikizkenar üçgənlərdə olurdu. Yəni, bu tərəfə də x yaza bilərsən. Buradan da elə 4 kök 2 yaranır. Yəni, C variantı 45-45-90 xassəsindən. Burada bir gizlənmiş muhteşem üçlü var. Baxın, B-yeni birləşdirsək. Buradan bu üç parça eyni olmağı nəyə göstərir? Bu təpədə əslində bir 90 dərəcə var imiş. Sonra birincisi Pifagordan gəlib bu B-yeni tapmaq olar. 64-dən çıxasınız 16-sın. Bura olur 4 kök 3. Sonra Evklidə görə deyəcəyik ki, 4 kök 3-ün kvadratı bərabər idi nəyə? Hipotenuzun üstündəki bölgülərin hasilinə 4 vur x-a. 48 bərabər 4x-dan x-in olacaq 12. Yəni C variantı. Sonra 5-ci sualımız. Bu 90-15-75 xassəsidir uşaqlar. Bunun da zaten bir qaydası var. Yazaq. Deyir ki, bunu da qoy kənarda göstərim. 15-75-90 qaydasında bura h-dırsa, hipotenuz bunun 4 qatı 4h-dır. Yəni bura 3-dürsə, bu bütövlükdə olmalıdır 12. Yəni P ilə K-nın cəmi elə 12-dir. Bunu da istədik buydu. O da Y variantı. Xassələrə fikir verək. Növbəti nəyimiz var? 4 kök 2, 90-dan çıxıb 90-a gedib x. Pifagordan tapmağa gərək varmı ki? Buradan qarşıya gəlin bir dənə hündürlüyü endirək. Ki Evklidi görə biləsiniz. Baxın 90-dan çıxıb 90-a gedib. 2-ni qarşıya köçürdürəm. 4-ü də bura. Buranı bilmirik. Onda bizim Evklidə görə buradan yazmalıyıq ki 4-ün kvadratı bərabərdir. Bura məsələn bir y olsun. 2 vurulsun y-ə, bu hissələrin hasilinə. Y bərabərdir 16/2-dən 8. Y-i 8 tapdıq. Bu da bizə x dediyi yer bütöv AB-dir də. Baxın AB. Yəni 8 ilə də 2-ni toplayırsan olur 10. B variantı. Yine burada gizlənmiş bir muhteşem üçlümüz var. AD-ni birləşdirirsən ki, bu 3 dənə parçanın eyni olduğundan yola çıxa biləsən. Oradakı 90 dərəcəni gördük. 90-dan çıxıb 90-a gedirsə, burada da bir Evklit var. H desək, H kvadrat bərabərdir. Bu hissələrin hasili 20. H olsun kök altda 20. Bir dənə də Pifagor soldan gedər. Yəni 20 üstə gəlsin 16 bərabərdir x kvadratına. 36-dan da çıxar 6. Yəni C variantı. 8-də nə görürük? Buna fikir verin ki, uşaqlar. Necə olur ki, bu təpədən gələn parça həm hündürlükdür, həm kənar ortaydı. Demək, burada bir ikizkenar bərabər yanlı üç bucağımız olmalıdır da. Yoxdursa biz birləşdirib bundan danışmalıyıq. Burada mütləq bir ikizkenarlıq var. Yəni BY ilə YC eynidir. Bura gətirib 10 yazırsan. Sonra bunun da Pifagoru qəşəng çıxır. Bax, bu Pifagordan. X kvadrat üstə 25 bərabər 100. O da 30-60-90 xassəsidir onsuz da. X kvadrat bərabər 75-dən 25 vur 3 kimi görsəz, olar 5 kök 3. Asan, bəsit bir izah. Yəni C variantı. Sonra cəma. 9-da nəyimiz var? Birincisi, təpədə bir perpendikulyarlıq görmürük. 2 dənə ayrı gəlin Pifagor eləyik. Məsələn, bura y yazıram. Bura olsun 21, çıxılsın y. Birincisi, bu Pifagora görə x kvadrat üstə y kvadrat bərabərdir 100-ə. Bir də sağdakı Pifagora görə x kvadrat üzərinə gəlsin 21 minus y-in kvadratı bərabərdir 17-in kvadratı 289. Bunun tərəf-tərəfə çıxsaq, birincisi x kvadratlarımız gedər. Onlar nə? Aşağıdan yuxarıya doğru çıxıram, mənfi olmasın. 441, hasilin kimisi 42 y üstə y kvadrat, çıx y kvadrat bərabərdir 189-a. Y kvadratlar gedir, qalır 42 y bərabərdir
441-dən çıxırıq 189-un 11-dən 9 2 13-dən 8 5 3-dən də 1 252 səhv eləmədimsə budur. Y-imiz də olur nə? 252-də 42-yə bölək 2 21 2-yə 1 2 6 126 bu da 6 dəfə. Y-i tapırıq 6. Y-in də yerini gətirib bura 6 qoysaq, bax bu hissədə. Olacaq x kvadrat üstə 36 bərabər 100-dən 64 x olur 8. Yəni gətirib yazırıq ki, bura 6 imiş, burada 8. Bu da bizdən x istəyirdi. B variantı. Sonra 10-cu sualımızda. 90-dan yenə çıxan bu median muhteşem üçlü qaydası yaradır. Bunların üçü də 7-dir. Sonra danışırıq ki, necə olur? Təpədən çıxan. Buna heç ehtiyac yoxdur. Bərabər yanılır. 45 45 90 xassəsi olar 7 kök 2. Bu da Y variantı. 11-ci sualımız. Burada nəyimiz var? Bu 90 yanı 90'dır. Birinci bu Evklidə fokuslanın burada. İlk gördüğümüz budur. Baxın. 90'dan çıxıb gedib burada bir 90 yaradıb. Düzdürmü? Onda 4'ün kvadratı bərabərdir. 2 vurulsun bu hissə. AY deyəcəyik. Buradan AY'miz çıxır. 16 bölü 2'dən 8. Buranın 8'in yazdıq. Sonra bir dənə də Pifagor. Buradan mı eləyək? Hə, bir dənə də fikir verin Pifagor deməyim də bir dənə də Evklid buradan çıxır. Yenə 90'dan çıxıb gedib burada bir 90 yaradıb. Onda 8'in kvadratı bərabərdir. Hipotenuzun üstündəki parçaların hasili 4 vur x-dən 64'ə 4'ə bölürük 16. Y variantı. Hə, bu da bir xassədir. 22 onda 5 bura qalır 67 onda 5. Qaydanı kənara yazın. Deyir bucağın biri 22 onda 5. O birisi 67 onda 5 olarsa bura h'dır. Hipotenuzun da 2 kök 2 h'dır. Bu bir qayda. Onda x'imiz de beraber olacak. Bunu götürüp 2 kök 2'ye vururuq. 2 vur olsun 2 kök 2. Olar 4 kök 2. Yani D variantı. Növbətisi buna yazılır. Qamata. 4 16 yenə 90'dan çıxır. 90'a gedir. Evkliddir. 4'ün kvadratı bərabərdir. X vurulsun 16'ya. X bərabərdir 1'ə. X'imiz 1'dirsə, amma bu bizdən bucaq istəyir. Tamam. Tapaq. Hə, buna heç ehtiyac yoxdur. Niyə görə? Əgər bu hissə hündürlük hipotenuzdan 4 dəfə kiçikdirsə, bura h, bura 4h idisə qaydamız nə idi? 15 75. Yəni alfa bucağın ya 15'dir ya 75. Baxırıq. İkisini də verib. Bir dəqiqə. Bunu da ayrıca tapmalıyıq. Onda bayaq ki 1'e 15 yazım. 4 15'dən nə çıxacaq? Alfa 15 də ola bilər, 75 də ola bilər. Bu 15 75'in də tapma qaydası var ya əslində. Bunu da məcbur yazaq gəl. 15 75'də nə idi? 15'in qabağı x idi. 75'in də qabağında x vurulsun. Kök 3 plus 2. Belə bir qayda var. Bunu getməyə ehtiyac varmı ki? Bucağın ikisini də niyə verirsən? Baxaq imtihanda belə bir şey olmayacaq. 4 16 hər nəysə əl qərəz yazıram bura 17. Bu biri də nə olur? 225 üstə gəlinsin. 16 yəni hesaplayaram inşallah. 225 üstə gəlinsin 16. 1 241. Kök altı 241. Məlum məsələdir ki, baxın uşaqlar, kiçik bucağın qarşısına kiçik tərəf, böyük bucağın qarşısına böyük tərəf dayanır. Ona görə bu 15 dərəcə olmalıdır. O birisi 75 dərəcə olmalıdır. Ona görə alfası 15 dərəcə. 14'e keçək. Nəyimiz var? 30-45 avtomatik bura olur 75. Bu iki bucağın cəmi ilə getdim xarici bucaq olaraq. Yuxarıda da 90-75 15 təzdən özün göstərir. Burada 15 yazsam. Yenə bayaq kimi h4h qaydası. Bura 1'dirsə, bura bütövlükdə olacaq 4. 4 misli. Bu da bizdən x istəyir. İndi x-a getmək üçün nə iş görək? 1'i 4'ü yazdıq. 30 bura 45 bura. Bu bucağımız olur 105 dərəcə.
və başqa nə istifadə edeyim sənin üçün? Bunları bir paralelmi, bir şeymi bölək? Bir bərabər yanlılıq götürək uşaqlar. Buranı demişik 30 dərəcə. Gəlin buradan bir dənə parça çıxardım sizə. Məsələn 45-45 olsun. Burada gətirib 45 dərəcə yazıramsa, bu bucaq olur 90. 90-dan da 105-i gedirsə avtomatik olur. Bura 15 dərəcə. 15-30. Məlum məsələ 90-da buradadır. İndi 90 qabağı 4. 90, 15, 30. Düz bölmədim mi? Bunu 45'e görə yox. Gəlin 30'a görə bölüm. Buradan bir dənə parça çıxardıq. Hə, özümüzdən hündürlük gətirək. Sorry. İndi tamam. İndi bildim nə edəcəm. Bura ki ümumi bucaq var. Gəlin buradan bir dənə 90 çıxardıram. 30 dərəcə. Qoy bunu silim, burada yazım. 90, 30, 60 buradan yaranır. 90, 45, 45 də buradan yaranır. Bayaq bucağı yazmamışdım. Bizim belə bir qaydamız var ki, 90 qabağı 4-sü, 30-un qabağı bunun yarısıdır 2-dir. 60'ın qabağı 2 kök 3'dür. Eyni qaydada 45, 45, 90 xassəsinə görə buralar eynidir. 2, 2. X-in də qabağı olur 2 kök 2. Yəni C variantı qəşəng sual idi, bəyəndim. İç-içə 3 dənə xassə verib. 15-ci suala keçid alaq. Burada nəyimiz var? 120, 15, 135. Bura 45'dir. Avtomatik. İndi biz bunu tam bir üçgənə mi bağlayaq? Bir parça mı ayıraq? 6 kök 2'dən 45, 45, 90. Gəlin belə eləyim. Buradan bir hündürlük qaldıraram. Belə bir hündürlük olsun. Bunu da buradan birləşdirək. Görürsünüz də yəqin ki. Bunu buradan birləşdir. Bura olsun bir M nöqtəsi. 45 dərəcə. Əgər buranın bütövlükdə 90 görürəmsə, burada qalır 45. 45, 45, 90 xassəsinə görə nə idi? Bu hissələr eyni idi. Onda gətirib burada bir 6 kök 2 yaza bilərəm. Onda hipotenuz nədir? Bunun kök 2 qatı. Bura olur 12. Sonra 120 dərəcənin qoyuntusu olur 60. Bir dənə də nə istifadə eləyək? Bizə nə lazımdır? Yəni X lazımdır. Bunun içindənmi ayırsaydım daha yaxşı olardı. Gəlin içinə gedək bu uçucan. Heç qırağa çıxmayaq. O xoşa gələn olmadı. 120, 30, 30 xassəsi var əslində burada. 120, 60, bura 45 dərəcə qalır. Gəl özümdən. Bunu 120, 30, 30 kimi parçalayayım. Bax. Buradan 30 dərəcəli bir bucaq ayırırım. Bura 30 gedirsə, bura qalır 15. Bizim 120, 30, 30 xassəmiz nə deyirdi bizə? Bu kənarlar deyirdi eynidir. Məsələn, bura y deyirəmsə, bura olurdu y kök 3. Sonra bir dənə də 15, 15 xassən aşağıda var axı. 15, 15'e görə də bu iki dənə hissə eyni idi. Yəni y kök 3'ü də bura köçürdə bilərəm. 6 kök 2'dən indi Pifagora geçsək. Ən yaxşısı sinuslar teoremidir. Biz özümüzü niyə yoruq axı? Bura demədik 45 dərəcə. X baxır sinus 45'ə. Bərabərdir. 120'nin də qabağında 6 kök 2 var. Yəni 6 kök 2'nin də sinus 120'yə nisbəti. Ən qəşəngi budur. Sinuslar teoremi. Buradan da gəlin çarpaz vuraq. Demək, x vurulsun sinus 120 sinus 60'dan eyni şeydir. Kök 3 bölü 2 bərabərdir 6 kök 2 vurulsun sinus 45'in də qiyməti kök 2 bölü 2. Buradan 2'lər ixtisar gedir. X də bərabərdir 6 vur 2 12 bölünsün kök 3. O da eləyər 4 yanında kök 3. Все, bu. Ən rahat D variantı. Sonra 16'da da yenə sinuslara gedək. 45'den 15'in cəm 60. Bura qalır 120. X'in sinus 120'yə nisbəti bayaq kimi. 2'nin də sinus 45'ə nisbəti. Çarpaz vuraq, qəşəng həll eləyək. X vurulsun sinus 45 kök 2 bölü 2 deməkdir. 2 vur sinus 120 də sinus 60'dan eynidir. Kök 3 bölü 2. 2'lər ixtisar geçsin. X da bərabərdir 2 kök 3 bölünsün kök 2. Kök 2 ilə 2 ixtisar gedir. Qalar burada kök 2. O da olar kök altında 6. Yəni Y variantı. 17'yə keçid alaq. Nəyimiz var? 45, 30, 75. 180'dan 75 çıxanda bura bütövlükdə 105 dərəcə eləməli idi. Bura 45'dən 90 dərəcə bura qalır.
Birincisi burada görək 45-45-90 xassəsi, yəni 8 kök 2-ni kök 2-yə bölüb kənarların 8-8 olduğunu göstərək. Sonra sinuslar teoremi gedəkmi? Bir dənə hündürlük çəkək. Hə, sinuslara ehtiyac yoxdur. Təpədən bir dənə hündürlük çıxardaram. Bura olar 90. 90 45, bura 45-dir. 90 qabağı 8-dirsə, bu kənarlar 4 kök 2, 4 kök 2-dir gördüyümüz üzərə. Sonra nəyimiz var? Başqa bir şey bizə verməyib ki. 8 kök 2 verib. Hə, muhteşem üçlü qaydası var. Bərabər yanında üçbucaq var. Hə. Bir də bunu görək uşaqlar. Bu üçbucaqda fokuslanın bu yaşıl hissəyə. 30 dərəcə, 45-dən 15-in cəmi 60 dərəcədir. 30-60-90 xassəsinə görə 30-un qabağı 4 kök 2-dirsə, 90-ın qabağı da bunun 2 qatı olur. Yəni 4 kök 2 vur 2 olacaq 8 kök 2. Bu variant. Sonra 18-də 30 dərəcə var. Başqa da bir şeyimiz yoxdur. Özümüzdən hündürlük elə bilirəm ki, endirə bilərik. Gəlin buradan hündürlüyü endirək. 90-30 qalsın 60. 90 qabağı 6, 30-un qabağı bunun yarısı da 3'dür. 60'ın qabağı olmalıydı 3 kök 3. Əgər bu bütövlükdə 3 kök 3 plus 4-dürsə, 3 kök 3-ün ayranda bura qalır 4. Bir dənə də Pifagor soldan getsə, x olar Misir üçgəninə görə 5. Yəni D variantı. 19'a baxaq. 90, 30, bura avtomatik 60, 90, 60, 30. Bax, birinci kiçik üçgəndən gedirəm. 60'ın qabağı 12-dirsə, 30'un qabağına gedəndə bölürsən kök 3'ə. 12-ni kök 3'ə bölürük, eləyir 4 yanında kök 3. 90'ın qarşısına gedəndə 2 qatı olur 8. Sonra bir dənə də böyük üçgəndən baxaq bu 30, 60, 90'a. Demək, 30'un qabağı budur. 8 plus 2 kök 3. Onda 90'ın qabağına gedəndə 2 vurulsun olacaq. 2 vurulsun 8 plus 2 kök 3. Onu hesablayanda olur 16 plus 4 kök 3. Əgər 4 kök 3 hissəsi buradadırsa, x-a da qalır 16 olan hissə. Yəni 16 kök 3 deyil bu. 16 üstə gəl 4 kök 3. 16 da bunun kök 3'ü artıq düşüb. 16. Sonra 20'yə baxaq. 30 dərəcə yenə özümüzdən bir hündürlük gətiririk. 90, 30, 60. 90'ın qabağı 12, 30'un qabağı 60, 60'ın qabağı 6 kök 3. 8'in 6 kök 3'ü buradadırsa, 2 kök 3'ü yan hissədədir. Bir dənə də Pifagor soldan görsək, x kvadrat bərabərdir 36 üstə gəl. 12, 48, 16 vur 3 desən, qalar 4 kök 3. Yəni B variantı. 21'ə keçdik. Buradan gəlin bir dənə hündürlük endirək. 120'nin yanına bir dənə 60 dərəcə düşsün. Bax, 90'ı biz endirdik. 90, 60, 30 xassəsi. 90'ın qabağı 4 kök 3'dürsə, 30'un qabağı olur 2 kök 3. 60'ın qabağını da kök 3'ə vuranda oldu 6. Sonra nəyimiz var görək? Pifagordan gedərik. Bir dənə də ümumi baxın bu Pifagordan. 6'nın kvadratı üstə gəlinsin 4 kök 3'ün kvadratı. 36 üstə gəlinsin 16, 3, 48 bərabərdir x kvadratına. X kvadrat bərabərdir 70, 84. Onda 4 vur 21 yazsaq olar 2 kök altında 21. Bir hissəsi kökdə qalır. D variantı. 22-ci sualımız yenə 30, 90, bura bütövlükdə 60 dərəcədir. 60'ın da yarısı 15 oradadırsa, bura qalar 45 dərəcə. İçəridə də 90, 45, 45 xassəsi, buralar eynidir. 5 kök 2'dən, buralar 5, 5'dir. İndi 30'un qabağı 5'dirsə, 90'ın qabağı da bunun 2 qatıdır. Yəni 10. O da C variantı. 23'də 45-30'un arasından gəlin bir dənə hündürlük çıxardaq. Ayrı 2 dənə dik üçgən görək. 30, 60, 90. 45, 45, 90. 90 qarşısı 6'dırsa, 30'un qarşısı bunun yarısıdır 3. Bu 45'lər eynidir deyə burada 3 gəlir. X da olur 3 kök 2. 90, 45, 45 xassəsindən. D variantı. 24'də nədir? 135, 30. Hə, gəlin belə bir şey eləyək. Buradan ya bu formada biz hündürlük çıxartmalıyıq ki 30, 15 yox, sərf eləməz. Bu hündürlüyü gəlin AC-nin kənarından uzadaq. 135'in davamında biz burada 45 dərəcə görürük, düzdürmü? Bu B'dən də bura doğru endirirəm. Belə bir dənə hündürlük gətirdim, düşünün. Bizim hazırda
Bir düzbucaqlı üçbucağımız yarandı. Həm 90-45-45 xassəsindən danışacağıq. C-də və B-də 45 dərəcə yaranır. Həm də 30-60-90-dan. Baxın 90 dərəcəmiz var. 30 burada. Bura 15 yazanda bütöv 60 verir B bucağı. İndi bizdə nə yaranır? Birinci böyük üçbucağa baxsaq, bura məsələn M nöqtəsi deyirəm də. BM A-ya baxsaq, 90-ın qarşısı 6-dırsa, onda 30-un qarşısı bu hissəmiz olmalıdır yarısı 3. 60-ın qarşısı da bütövlükdə olmalıdır 3 kök 3. Sonra bunun içindəki kiçik düzbucaqlı üçbucağa fokuslansaq, baxın bu çəhra ilə elədiyim. 45-45-90-a görə bura 3-dürsə, bu hissə də bütövlükdə olur 3. Onda 90 qarşısında nə olur? 3 kök 2. Yəni x-imiz buradan çıxar ki 3 kök 2 imiş. O da B variantı. Sonra növbəti testin birincisi. Bu yenə Evkliddir. 90-dan çıxır. 90-a gedirsə, onda x-in kvadratı bərabər idi. 9 vurulsun 4-ə. 36 da 6-ın kvadratıdır. Yəni C variantı. İkinci sualımız yenə Evkliddir. Birincisi buradan h deyək də, h yoxdur ortalıqda. H-ın kvadratı bərabərdir 4 vurulsun 2-dən. H tapırıq kök altda 8 elə belə də qalsın. Daha sonra bir dənə Pifagor sağdan gedəcək, fikir verin. Kök altda 8-in kvadratı 8 üstə 4 bərabərdir x kvadratına. X kvadrat 12-dir. 12 də heç nəyin kvadratı deyil. 4 vur 3 kimi düşünsək 2 kök 3 olar. Yəni C variantı. Üçüncü sualımız yenə bir Evklid görmək olar. Əvvəlcə Pifagordan gəlin bu AD-ni tapaq. Məsələn, bura h desəm, h kvadrat üzərinə gəlsin 16 bərabər 36-dan. H kvadrat bərabər 20, heç 2 kök 5 yazmıram. H-ın yerinə gəlin yazaq, kök altda 20. Daha sonra da bir dənə Evklid gəlsin. Baxın, 90-dan çıxıb 90-a gedib. Onda bu h-ın kvadratı, kök altda 20-nin kvadratı bərabərdir bu hissələrin hasilinə yendirəm Evklid qaydasına görə. Kvadrat kökə aparır, 20 bərabər 4x-dan, x-imiz də olar 5, yəni D variantı. Növbəti sualımız 4-cü sual. Demək, yenə Evkliddir, 90-dan çıxıb 90-a gedir, 4-ün kvadratı bərabərdir x vurulsun 8-ə, 16-ını da 8-ə bölürük 2, B variantı. 5-ci sualımız. Burada da yenə əvvəlcə bir Pifagor eləyib, sonra Evklidə gedək. Bunu da görün ki, uşaqlar necə olur ki, hipotenuz katetdən 2 dəfə çoxdur. %90 bu 30-60-90 xassəsidir. Yəni bura 30, bura 60 yazırsansa 60-ın qabağı olur 6 kök 3. Yəni Pifagorsuz da görünür bu. Sonra Evklidə baş vururuq. 6 kök 3-ün kvadratı bərabər olacaq 6 vurulsun x-a. Yəni bu da nə deməkdir? 36 vur 3 bərabərdir 6x-a. 6 ilə 36 x-lər geçsin 6. X də bərabər olsun 18. Yəni Y variantı. Sonra 6-cı sualımız. Əvvəlcə Evkliddən gəlin bu BD-ni, yəni h-ı tapaq. H kvadrat bərabər 4 vur 16. 64-dən kök çıxır 8. Sonra da buradan bir Pifagor gedər. 4-ün kvadratı üstə 8-in kvadratı bərabərdir x kvadratına. 64, 16 toplayanda eləyir 80. 80-ın da yerinə 16 vur 5 yazsaq 4 kök 5 çıxar. Yəni D variantı. 7-ci sualımıza keçid alaq. Buradan birincisi gəlin Pifagor eləyək. 15-in kvadratı üstə 20-in kvadratı bizə AC-ni verir 25-in kvadratı. Bizim bir dənə də belə bir məsələmiz var idi ki, əgər 90-dan çıxan hündürlüyü katet və hipotenuzun köməyi ilə tapmaq istəyirsənsə, yəni bu hissələr ayrı-ayrıcalıqda bizdə yoxdur da, Evklidə gedək. Onda belə bir düsturumuz vardı. H bərabərdir A vur B bölünsün C. Katetlər bir-birinə vur, hipotenuza böl. Onda yazırıq 15 vur 20 bölünsün 25. 5'e ixtisar geçsin 5, 4, bu da geçsin 3, sonda qalsın 12. Yəni hündürlüyümüz 12'dir. O da C variantı. 8-ci sualımız. Və burada 3 dənə parçanı boşuna verməyib. 3 dənə eyni parça varsa, biz BD-ni birləşdirsək, muhteşem üçlü qaydasını görə bilərik. Yəni bu D təpəsində gizlənmiş bir 90 dərəcə var. Onu göstərməlisən əvvəlcə. Burada bir 90 olduğunu görək. Davamında da nə iş görmək olar? 90-dan çıxıb 90-a gedirsə bir Evklid eləyərəm. Amma Evkliddən əvvəlcə burada bir BD-nin Pifagoru gizlənir. 36-dan 16-sını çıxanda 20. 20 heç nəyin kvadratı deyildi. Gətirib bunun yerinə yazıram BD-nin yerinə. Kök altda 20. İndi Evklid kimi yaxınlaşsaq,
Kök altda 20'nin kvadratı bərabərdir. Bu hissələrin hasilinə. Buranı da bilmirik. X deyək yəqin ki. Nə istəyir bizdən? Y-dən. Hə, bunu tapsa o da tapılacaq onsuz. X vurulsun 4'ə. X-imiz bərabər olur 5. Bu məsafəni tapdıq 5. Ondan sonra gəlin biz bir dənə buradan Pifagor eləyək. Bu həminki sarı üçbucağı görürsünüz ABD-ni. Yəni 20 kök altda 20'nin kvadratı üstə 5'in kvadratı eləyəcək nə? 20 üstə gəlinsin 25'dən. AB yazaq bərabərdir. 45 kökün altında 9 vur 5 desək 3 kök 5. Bura bütövlükdə 3 kök 5'dir. Pifagordan çıxdı. Yarıya bölürəmsə 3 kök 5 böl 2. 3 kök 5 böl 2. Bu y'də də eyni şeydir də. 3 kök 5 bölünsün 2. Baxaq görək cavabımız hardadır? B variantındadır. Növbəti 9'da nəyimiz var? Yenə əvvəlcə gəlin bütöv bir Pifagor gedək. 8'in kvadratı, 15'in kvadratı hipotenuzu bizə verir 17'ni. Daha sonra bura x yazıramsa digər hissə olur 17 çıx x. 90'dan hündürlük çıxanda bizim belə bir xassəmiz var idi. Qoy yadınıza salım. Hətta 2 dənə xassə yadınıza salacağım. Qarışdırmayasınız. Təpədən bir tənbölən gələndə, açıortay gələndə biz nə deyirdik? Deyirdik A-nın C-yə nisbəti bərabərdir B-nin D-yə nisbəti. Amma 90'dan bir hündürlük çıxanda bölgü kvadratlar nə olur? Baxın bir-birinə çox oxşuyur deyə bu iki nümunəni yan yana yazıram. Burada işin içinə kvadrat girir. A-nın kvadratının C-yə, B-nin kvadratında D-yə nisbəti. Bu iki düstur oxşuyur. İndi biz də elə bir şey eləyək. 8'in kvadratının x-a, 15'in kvadratının da 17 çıx x-a nisbəti. 15'in kvadratı böl 17 minus x. Bunların da cavabını əzbər bilirik, uzatmayaq. 225 və 64 deyin buna. 64 bura, 225 də bura. İxtisar getmir, məcbur çarpaz vururuq. 225x bərabərdir. 64 vur 17 heç hesablamıram. Çıxılsın 64x. X'lər yan yana gəlir olur 289x bərabərdir 64 vur 17. Fikir verin, bu 17 ilə 289 onsuz da ixtisar gedir. X da bərabər olar 64 bölü 17'yə. Bizdən də x istəyirdi. Bəli, bəli, B variantı. 10-cu sualımıza keçək. Deyəsən 2 dənə bizim Evklidimiz var. Bəli. 2 dənə ayrı üçbucaq kimi görək deyə, qarışdırmayasın deyə. Baxın bunu buradan bölürəm. Bir dənə də üçbucağımız buradadır. Bunu da belə göstər. Görürsünüz bunu. Birinci bu mavidən gedəcəm. Niyə görə? Baxın 90'dan çıxıb 90'a gedibsə 100% bir Evkliddir. Yəni deməliyik ki biz 2'nin kvadratı, yəni başınızı sola əyib baxsaz görəsiniz. Bura bir y deyək. 2'nin kvadratı bərabərdir. Y vurulsun 1'ə. Y-imiz olur buradan 4. Gətirək yazaq. Y-in 4. Sonra bu sarı üçbucağı təzədən fokuslanırsan, görürsünüz bu sarı üçbucağı. Burada bir dənə də Evklid nəyi göstərir? Bu dəfə 4'ün kvadratı bərabərdir. Bu hipotenuzun parçalarının bir-birinə vurulması. 4'ün kvadratı bərabərdir 2 vur x desək, x buradan çıxır 8. Uzun ömür cansız. D variantı. Sonra cəmaq keçək 11-ci suala. Kənarları ortadan bölüb, biz bunu axıra qədər birləşdirsək, əvvəlcə bir orta xətt görə bilirik. Birləşdirməyə dəyərmi? Orta xətt məsələsinə görə bu ikiyə uyğun olan hissə olur 4. Daha sonra davamında gəl belə bir şey danışaq da. Bərabər yanlı üçbucaq 90'dan çıxıb, burada 90'a gedib, burada bir hündürlük var. 90'dan çıxan parça gedib burada ortadan bölünürsə, bu 100% möhtəşəm üçlü qaydasıdır. Burada 2 dənə xətt qoya bilərəm. Yəni bu hissəmizdə 4 kök 3'dür, bu hissəmizdə 4 kök 3'dür. Bizdən axırda nə istəyir? AC-ni. AC bir toplamalı bir şey oxşayacaq. Sonrasında biz bir Pifagor edəkmi? Bunu davamında uzatsaq, F-dən də G-yə qədər. Bu da bir orta xəttdir. Axı belə başa düşürük ki, FG nədirsə, D-si onun 2 qatıdır. Və bunun bütövü yan tərəfi görürük də biz. Bütövü 8 kök 3'dür. Başqa bir şey nə görünür burada? Hələ ki bir şey görmürəm. Bura x yazacağım. Bura olsun 2x. Bu orta xəttdən sonra biz dediyi bu F nöqtəsində ortadan bölünmə var. Gəlin buralara bir x yazaq. Daha doğrusu y yazaq. Əvvəlcə Evklidi görək də. Fikir verin 90'dan çıxıb 90 yaradırsa burada. Onda deməliyik ki 2y-in kvadratı bərabərdir.
Hə, 2 dənə şey gələcək burada. 2 dənə Evklid var. Uşaqlar, Evklidin birin bu üçbucaq da görün. Balaca düzbucaqlı üçbucağı görə bilirsiniz. Y-in kvadratı bərabərdir. 2 vurulsun x-a. Bir də böyük düzbucaqlı üçbucaqdan fokuslansaq. Bunda qara ilə göstərim məsələn. Bura bir baxsaq. Onda deməliyik ki, 2y-in kvadratı da bərabərdir bu oturacaqdakı parçaların hasili. 4 vurulsun 2x-a. Yuxarı ilə aşağı elə bil eyni şey olur. Bunu yazmağa dəyərmi idi ki? 4y kvadrat. Hə, bunun ikincini yazmağımın bir önəmi qalmadı. Bir saniyə düzəliş edirəm. Bunu gəlin yazmayaq. Bunun bir xüsusi bir şeyini görmədim. Gəlin biz ondan sonra bir dənə Pifagor eləyək. Bayaqdan heç Pifagor eləməmişik. Pifagorumuzu da hardan gətirək? Baxın bu hissədən. Görürsünüz bunu. Görürsünüz bir dənə də qəşəng buradan Pifagordan çıxacaq. Все. Bir dənə də yazmalıyıq ki, y kvadrat üstə gəlsin x kvadrat bərabərdir 4 kök 3-ün kvadratına. Bunu sistem kimi nəzərə alsaq, gətirək y kvadratın yerinə 2x köçürdürük. 2x kvadrat, 2x üstə x kvadrat bərabərdir 16 vur 3-dən 48. Bunları yan yana atıb kvadratik tənlik kimi hesablamaq lazımdır. VT gəlir bu da. Köklərin hasili 48, ağla gələn 6-8-dir. Mənfi 2 olsun deyə müsbət 6, mənfi 8 kimi götürək. Məsafə mənfi olmaz, bu kökü götürə bilmirik. X-imiz buradan çıxır 6. X-in də yerinə 6 qoyanda aşağı hissən olur 12. Bizim də AC-ni bütöv istəmişdi. 12 ilə də 4-ün cəmi olar 16. Yəni C variantı qəşəng sual idi, bəyəndim. 12'ye keçən bir üçgənimiz var. Kenar ortay deyir. Hanı? AD. Kenar ortay nə idi? Gedir oturacağı yarıya bölür. Yəni BD ilə DC eyni şeydir. Buradan bir 90 çıxardıb. Başqa nəyimiz var? BC-ni verib 8. B-dən C-yə qədər bütöv 8-dirsə, onda D nöqtəsini ortadan bölüb biz bura 4-4 yazmalıyıq. Burada 4-dür, burada 4-dür. Onda BD 4, YD 1-dirsə, BY-yə qalır 3. Başqa görək bizə nə verib? BC-ni 8, 2 dəfə bura niyə yazıb? BC 8, BC 8, hər nəysə. Bir də ABC-nin perimetri, çevrəsi 24-dür. ABC bütöv üçgəndən söhbət gedir də. Bunun perimetrinin 24 olması üçün aşağıda 8 var. Birincisi 24-dən 8-in çıxırıq 16. Ümumi yan kenar 16 olması üçün solda x varsa bura olmalıdır 16 minus x. Bunu yazdıq. İndi nə iş görək? 2 dənə Pifagor gedəcək. Belə başa düşürəm. Hə, 2 dənə Pifagor var uşaqlar burada. Birincisi, Pifagordan qabaq yox, ikizkənarlıq yoxdur. Pifagordan əvvəl gəlin bura bir dənə y deyək. İlk Pifagorumuz buradadır. Y kvadrat üstə gəlsin 3-ün kvadratı 9 bərabərdir x-in kvadratına. Digər Pifagorumuzda fikir verin. Baxın buradadır. Görək də yəqin ki. Bunun üçün də yazırıq. Y-in kvadratı üstə gəlsin 5-in kvadratı bərabərdir 16 minus x-in mötərizə kvadratı. Bizə x maraqlıdırsa, y-lər onda getsin. Tərəf-tərəfə çıxsaq, bu y-lər silinər. Yuxarıdan aşağıya doğru çıxsaq nə olur? 9 minus 25 bərabərdir x-in kvadratı çıxılsın. Gəl aşağıdan yuxarıya çıxın. Bu mötərizələrin qabağına 10 dənə mənfi yazmayaq da. Aşağıdan yuxarıya doğru çıxma işləmini eləyirəm. 25 çıxılsın 9 bərabərdir. Buranı müxtəsər vurmaya görə açsaq. 256 çıxılsın 32x üstə gəlsin x kvadratı. Bunu da sürüşdürüm biraz bu tərəfə. Çıxılsın x kvadratı bu yuxarıdakı. Mənfi x kvadrat müsbət x kvadratı götürər. Qalar 32x bərabərdir. 25-dən 9 gedir 16. 256-dan 16-sı getsə 240. X də bərabərdir. 240-ı bölək 32-yə. 8-ə bölsək 4, 8-ə bölsək 32, 15. 15 bölü 2 ya da 7, 15 görək nə verib? Hə, belə adi kəsirlə saxlayıb 15 bölü 2. X-imizin cavabı bu. Sonra bu adi bir Pifagordur. Düz məntiq. 3 kök 2-nin kvadratı hətta 30, 60, 90-a da oxşur. Amma deyil. X kvadrat bərabərdir 36-ya. X kvadrat bərabərdir 36-dan çıxmaq lazımdır. 18, 18, 45, 45 imiş. 18 də nə deməkdir? 3 kök 2 deməkdir. Yəni görə bilsiniz nə yaxşı görməsə Pifagor yenə işimizə yarayır. 135 dərəcənin gəlin davamından bir hündürlük çəkək buradan. Baxın bunu tamamlayıram. Belə bir hündürlük. Gördünüz mü? 90 dərəcə bunun yanına qalır 45. Onda 90, 45, 45 bu mavi üçgəndən görünür sağdakindən.
Əgər hipotenuz 5 kök 2-dirsə, onda katetlər eynidir. Buralara 5 yaza bilirik. Sonra da ümumi Pifaqordan gedək. Hansı Pifaqordur? Bura bir M nöqtəsi deyim qoy. M, A, B ucaq. Görürsünüz bunu? Buradakı Pifaqora görə bir tərəf 5, hipotenuz 13-dürsə, onda digər katetə qalırdı 12. Bunda 12 olması üçün x olmalı 7. Yəni Y variantı. Sonra burada kosinuslar teoreminə gərək varmı ki? 5, 4, 60. Bunu bir uzatma eləyə bilərsən. Gəlin belirləyək. Güya ki, biz kosinuslar teoremi tanımırıq hələ ki. 30, 60, 90'a getmək üçün təpədən bir dənə hündürlük çəkirəm. Bura olsun 30. 90 qabağı 4, 30'un qabağı 2, 60'ın qabağı 2 kök 3. Ümumisi 5 idi axı. 5'dən ikisi gedir, bura qalır 3. Bir dənə də Pifaqor sağ tərəfdən eləyirsən. Yəni x kvadrat bərabərdir 2 kök 3'ün kvadratı üstə gəlinsin 3'ün kvadratı. X kvadrat olsun 12 üstə gəl 9, 21 də heç nəyin kvadratı deyil deyə qalar kökün altında 21. C variantı. Sonra burada da yəqin ki eyni məntiq işlədəcək. Təpədən bir hündürlük gətirək. 90, 60, 30. 90 qabağı 8, 30'un qabağı 4, 60'ın qabağı 4 kök 3. Bir dənə də Pifaqor buradan geçsin. Məsələn, buranı bilmirik. Bura bir y olsun. Y kvadrat üstə gəl 4 kök 3'ün kvadratı bərabərdir 2 kök 13'ün kvadratına. Y kvadrat üstə gəlsin 48 bərabərdir 52'yə. Y kvadrat 4'dən y'imiz çıxır 2. Bu 2-dirsə bizə BC məsafəsini x demişdi. Axı BC də bütövlükdə olur 6. Yəni Y variantı. Sonra 17'də özü hazır verib bunu 45, 90, təzələnən 45. Bu iki hissə eynidir. 6, 6 bunlara düşər. Sonra da sağ tərəfimiz adi Pifaqordur. 6, 8, 10 üçgəni. Yəni B variantı. Burada yenə özümüz bir hündürlük çəkirik. 135'in həmişə içindən yox, kənarına tamamlamağa çalışın. Bu hündürlüyü. Bura 45, bura 90 dərəcə, bura təzələnən 45 olur. Bu iki hissəmiz eynidir mavi üçgəndə. Gəlin birinci böyük düzbucaqlı üçbucaqdan baxaq. Sonra qırmızı mavi hissəyə gələrik. 90 var. Bura bütövlükdə 60'dır. Onda bura qalır 30. 90'ın qabağı 4'dürsə, onda 30'un qarşısı olur yarısı 2. Elə sonra maviyə qayıtsaq 2, 2. Burada olur 2 kök 2. Heç 60'ın qabağına getməyə ehtiyac qalmadı. Bu da bizdən x istəyirdi. Y variantı. Sonra 19'da 45'in qabağına yeni bir hündürlük çəkək. 45, 90, 90 yaransın deyə. Bu iki hissəmiz eynidir. 8 kök 2 isə buralara 8 düşüb. Sonra bir dənə də Pifaqordan 8, 10. Demək bura 6 imiş. X dedikdə bu ikisinin cəmidir. Yəni 14 olacaq. A variantı. Sonra 135'in yanına yine bir hündürlük çəkib tamamlayaq bunu. 45'imiz burada. Diğer 45 burada. 90'ın qabağı 3 kök 2'dirsə, katetlər onda 3, 3'dür. Sonra 90, 30. Demək bura 60 dərəcədir bütövlükdə. 30'un qabağı fikir verin 3'dürsə, 90'ın qabağı da bunun 2 qatıdır. Yəni bu hissədə bunun 2 qatı olur 6. Elə x çıxdı 60'ın qabağına getmədik yenə. A variantı. Sonra yine burada 135'i devam elətdirək hündürlüğün üstüne. Buradan gelsin. Mesela M nöqtəsi 45, 45. Yine baxırıq 90 qabağı 5 kök 2'dirsə, katetlərimiz eynidir 5, 5. Və ümumi Pifaqoruna baxsaq MAB üçgənində 5, 13, digər katet buna ait bayaqda biri çıxmışdı. 12, yeni x'imiz olur 7. Eyni sualdır. Y variantı. Sonra keçdik 22. Gəlin biz bu 30'ların qabağına bir dənə hündürlük çəkək. Bax buradakı istədiyi BC hündürlüyün eyni formada mən bax bura qabağa köçürdə bilərəm. Gəlin bunu köçürdək. 90, 90. 2 dənə qəşəng 90, 30, 60 üçgəni yaranır.
Birinciyə baxsaq 90 qabağı 3-dürsə, 30-un qabağı onda olur bunun yarısı 1/5. Eyni qaydada burada 90 qabağı 5-dürsə, 30-un qabağı olur 2/5. Düzdürmü? İndi elə bu ikisinin cəmi 2/5-dən 1/5-in cəmi gəlir x-i verir də, yəni 4. Buradan çıxır. O da hardadır? B variantında. 23-ə keçək. Yenə 135-i 1/45-ə. Əslində bunun kosinüslər teoremindən də yol var. Elə fərz edir ki, güya ki, siz kosinüslər teoremi görməmisiniz. Biz bunu tamamlama ilə həll edirik. 90 dərəcə yaratdım burada. Qonşusu 45, burada 45. Burada bir bərabər yanlılıq var. 6 kök 7-sə yan tərəflərimiz 6 olub. Sonra da böyük üçbucağa yenə baxsaq, M nöqtəsi deyək məsələn. Hanı bu? MBC üçbucağına fokuslansaz 90'ı var. 45. Bir dənə də Pifagor gedir. 8 bura, 6 bura. Avtomatik bu da olur. Hipotenuz 10. Bu. D variantı. Yəni başqa bucağa ehtiyacımız qalmadı. Yenə 120'ni bir qonşusuna gedib hündürlüklə tamamlamağa çalışaq. Burada bir 90 dərəcəsi var. Qonşusu 60. Bura 30 qalır. Bizə nə verib indi? Demək, 90'ın qabağına x yazırsan, 30'un qabağı olur x bölünsün 2. 60'ın qabağı da x bölünsün 2'nin kök 3 misli. Bax, bu üçbucağa görə yazdım ha bunu. Sonra da gəlin bir qəşən Pifagor eləyək. Pifagorumuz da hardadır? Baxın, bu hissədədir. İndi yazaraq bu hissən, burada bir m deyək. Bu hissələrin kvadratları cəmi. Yəni olmalıdır x bölü 2 üstə gəlsin 6'nın kvadratı. Üstə gəlsin x vur kök 3 bölü 2'nin kvadratı. Bərabər də axırda da kök altda 127'nin kvadratından bir bunları açacağıq, sadələşdirəcəyik. Olur nə? X kvadrat bölü 4. Hasilin 2 misli 6x üstə gəlinsin 36 üstə gəlinsin x kvadrat vur 3 bölü 4 bərabərdir kvadrat kök aparar 127. Bu ikisini bir cəmləsək 4x kvadrat bölü 4 eləyir x'in kvadratı üstə 6x. 36'dan da 127'sini çıxaq, görək nəymiş. 1 buradan 91 çıxılsın 91 bərabər 0. Xoşa gəlməz rəqəmlərlə amma işləyək. Hasili 91 olan ilk ağlıma gələn 13-7'dir. Cəmi -6 olsun deyə -13 müsbət 7'dir onda köklərimiz. Məsafə də mənfi olmaz. Ona görə buradan x'i götürürük 7. X'imizi tapdıq. Bu da nə istəyir? Heç bir şey x istəyirdi. İnşallah ki x istəyirmiş. A, C'ni tapdır. Hədə nəysə səhv eləmədik ki. Plus 6'ın kvadratı, bunun kvadratı bərabər 127. Yeni bir dənə təzədən baxıram. Hesab səhvi yoxdur. Yəqin ki üstə gəl. 3x kvadrat bölü 4 toplandı. 4x kvadrat bölü 4 x kvadrat verdi. 127'den 36'nı mı səhv çıxdım mən. 7, 6, 1. Hədə 91. Mənfi 91 olması. Mənfi 6, mənfi... Yox. Qardaş, mən səhv eləməmişim. X-imiz 7'dir. Budur bu. Variantlar düz verməyib. Keçəyin növbətisinə. 25-ci sualımız. Buradan bir yenə hündürlük yaradaq özümüz üçün. 30, 60, 90 xassəsi görünsün deyə. Burada 90, 60. Bura olur bütövlükdə 30. 90 qabağı 5-dirsə, 30'un qabağı olmalıdır 2/5. İkisi sol tərəfdədirsə buna qalar 0/5. 60'ın qabağı da olacaq 2/5, yanında kök 3. Bir dənə də Pifagor buradan getməlidir. Bu yaşıl olan hissəyə baxın. Onda olacaq 2/5'in kvadratı, 0/5'in kvadratı. Üstə gəlinsin 2/5 yanında kök 3'ün kvadratı bərabərdir x kvadratı. Bunda gəlin adi kəsrlə göstərək. 0/5 2'də 1 deməkdir. Kvadratı 4'də 1. 2/5 2'də 5 deməkdir. Kvadratı 4'də 25 vur 3 bərabərdir x kvadratına. 4'də 75'in üstə 1 gəlir 76 bərabər x kvadratına. 76'ın 4'ə böləndə 19. 19'da heç nəyin kvadratı deyil. O da qalar kökün altında. Yəni C variantı. Sonra buradan da bir dənə ümumi də eləmək olar. Ayrı-ayrı içindən də parçalamaq olar. Gəlin mən bunun içindən bir dənə hündürlük çıxardım. Nə olsun? Məsələn, bucağı elə bölüşdürək. Yuxarıda bir kör bucaq təpəsi adamın gözünə girir də, aşağıda yaranmayacaq.
90'ı buradadır bunun. 45'i burada olsun. Onda 90, 45, 45 xassəsinə görə yanlar eynidir 2. Bura qalır 2 kök 2. Və içindən siz bunu 135 eləyə bilməyiz. Heç bir şey. Çöldən yaradacağım onda 90'ı. Pifagorum. Bura gəlsin. Bu da bunun üstünə birləşsin. Məsələn, M nöqtəsi. Nə görürük? 90, 45. Burada bütövlükdə 45'dir. Bura 8 kök 2'dirsə, onda bura ilə bura eynidir. Buralar 8, 8 olmalıdır. 8'dən ikisi çıxılır 6. Axırda da bir Pifagordan x-imizi görürük 10. Yəni D variantı. Sonra burada da yine çölündə bir hündürlük yaradaq. Bura gəlsin. Bura. Neyse böyle bir şey. 90, 60, 30. Əvvəlcə nə görək biz buradan? 90'ın qabağı 4'dürsə, 30'un qarşısı bunun yarısıdır. Yəni 2, 60'ın qabağı 2 kök 3. Sonra da bir dənə Pifagor gedərik də. Bu hissə və bu hipotenuzdan. 2 kök 3'ün kvadratı üstə gəlsin. 2 plus x'in kvadratı bərabərdir. Kök 637'nin kvadratı kvadrat kökü silər. 4, 3, 12 üstə gəlsin. Bunu açmıram. Mötərizədə qalsın. Hələ ki, bərabər 37'yə. 2 plus x'in mötərizə kvadratı bərabərdir 25'ə. 25 də nəyin kvadratıdır? Plus minus 5'in. Yəni 2 plus x bərabər 5. 2 plus x bərabər mənfi 5 desək. X buradan 3 çıxır. Buradan ama çıxan mənfi 7 lazım deyil. Məsafə mənfi olmaz. Hər ehtimala qarşı 2 kökdə gözləyin. X'imiz olur 3. B variantı. Sonra bunu neyniyək indi? Buradan qaldırmaq olar bu hündürlük kimi. Gəlin bunu bir dənə düz bucaqlı üç bucağa tamamlamağa çalışaq. İçindən də ayırma olardı. Heç qırağa getmirəm. Bircə saniyə. Bunun içindən gəlin bir ayrılış eləyək. Nə olur? Buradan 90 dərəcəsi gedirsə, qalır yanına 30 dərəcə 120 versin deyə. 90, 30, 60 üçgəninin biri burada yarandı. Bir dənə də eyni şeyi aşağıdan yaratmaq olar. Aşağıya doğru bir dənə hündürlük çəkirəm ki, ortada bir düz bucaqlı yarandığını yəqin ki görürsüz. Düz bucaqlı qarşı tərəflər eyni idi. Burada bir M nöqtəsidir, N nöqtəsidir, hündürlük gəldi. 2 kökçü qabağı sürüşdürdüm. Sonra 8'i də buradan qarşıya köçürdük. Birinci yuxarıdakı mavi üçgənə baxıram. 90 qabağı 8 isə 30'un qabağı 4, 60'ın qabağı 4 kök 3. Sonra bu qırmızı olan hissəyə baxsaq, nə görürük buradan? 90, 180'da tamamlanmaq üçün açıq bucaq var axı burada. Çatışmayan bucağın 30 dərəcə. Aşağıda da 90, 30, 60 yaranır. 60'ın qabağı 2 kök 3'dürsə, 30'un qabağı 2'dir burası. 90'ın qabağı da 2 qatı 4. Bizdən nə istəyirdi bu? BC-ni, BC də bax burada 4 ilə də 4'ün cəmi olar 8. Yəni D variantı. Sonra 29-cu sualımız. Bu x-i istəyirsə, bunun qabağına gəlin belə bir parça çəkək hündürlük kimi. Oradan özün göstərməlidir. Baxın, bir dənə hündürlük çəkirəm. 2 dənə düz bucaqlı üç bucaq yaransın. Birincisi 90, 60, 30 olandı. Rənglərlə də ayırım ki, görə biləsiniz. İkincisi də 90, 45, 45'dir. Görürük bu sağ tərəfdəki. İnşallah ki, görürük. Çəkək. 90, 45, 45. Elə bu 45'lərdən yola çıxıram. 3 kök 2 hipotenuzdursa qıraqlarımız 3, 3 olub. Digəri 30, 60, 90'da 90'ın qabağı 4 kök 3'dürsə 30'un qabağı bunun yarısıdır. 2 kök 3'dür. 60'ın qabağına da gedəndə kök 3'ə vuranda bura olur 6. Bizdən də BC-ni istəyir. Yəni bu ikisinin cəmi olar 9. O da hardadır? D variantında. 30-cu sualımızda. Birincisi 90, 30, bura qalır 60. Bir də bunun içindəki 30, 60, 90'ı görək. 90, 60, 30, 60, 30, 90 burada. Soldakına fikir versək, 30'un qabağı 4'sə 90'ın qabağı 8, 60'ın qabağı 4 kök 3. Sağdakına fikir verirsən, 30'un qabağı 4 kök 3'dür, 90'ın qabağı 2 qatı 8 kök 3, 60'ın qabağı da bunu kök 3'ə vurursan 12. Bizə də x lazımdır 12. D variantı. Sonra 31'də nə görürük? Bir orta nöqtə yoxdur ki, yox. Əvvəlcə sonrası yoxdur. 2 dənə Pifagor var. Y deyək.
Pifagorun birini buradan görün. Y-in kvadratı üstə gəlsin 15'in kvadratı bərabərdir 9 plus y-in mötərizə kvadratına. İkinci Pifagorumuz da aşağıdadır. Y-in kvadratı üstə 2 kök 2'nin kvadratı bərabərdir x-in kvadratı. Buna sistem kimi baxmayaq. Yuxarını ayrı, aşağını ayrı həll eləyək. Çünki sistem işarəsi qoysam da sizi çaşdırmaz. Sistemimdə tok vurub. Yuxarıdakında sırf y-dir də. Adi tənliyi həll eləyə bilərik. Gəlin gedək bunu açaq. Y kvadrat üzərinə gəlinsin 225 bərabərdir 81 18 y üstə y kvadrat. Soldan sağdan bu eynilər silinsin. Bizə lazım deyil. 18 y bərabər 225-dən 81'i çıxırıq 4 14 səhv eləmirəmsə 2'yə böləndə 72 9 y-imiz olur 8. Y-i 8 tapdıqsa gətirək burada yerinə qoyaq. Rəngini dəyişim bunu. Burada y-i yenə 8 qoysaq 64 üstə gəlinsin 8 bərabərdir x kvadratına. X kvadrat bərabər 72. 72 də heç şeyin kvadratı deyil deyə 36 vur 2'dən 6 kök 2 düşünmək olar. Son nəticəmiz də bu. C variantı. Yine buradan bir hündürlüğümüze tamamlayaq. Bunun videosunu çəkirəm. Fikrim qalıb SAT suallarında. O algebrasını bitirim. 150 bura 30, 90, 60. Qurban bayramına görə də sağ olsunlar 2 gün tətil veriblər. İstifadə eləyək, bol-bol video çəkək. İndi siz bunu nə vaxt izləyəsiniz Allah bilir. 90 qabağı 4, 30'un qabağı 2, 60'ın qabağı 2 kök 3. Sonra Pifagor. Bura və buna görə. Demək, x-in kvadratda bərabər 2'in kvadratı 4. Bu hissəmiz olur 3 kök 3. 3 kök 3'ün kvadratı 27 eləməlidir. 27'nin üstə 4 gəndə 31. 31 də heç sənin kvadratı deyildi. Qəşəng girir kökün içinə. Yəni C variantı. 32-ci sualımız. 90'ı var. Gördük. 2 verib, 8 verib. Onda 90'ın bir qonşusunu da burada göstərək. Başka ne var? Eşkenar. Bu eşkenar sözü bizim işimize yarayacaq. Eşkenar ne deməkdir? ABC'nin hər təpəsi eynidir. Yəni buralarda gizlənmiş bir 60 dərəcə var. Əvvəlcə onları yazaq. 60'ın qonşusu 120. Bütün bucaqları göstərəcəm. 90 60 bura olur 30. 30'un üzbözü yenidən 30. 120 30 30 xassəsi. Birinci buradan yola çıxırıq ki, bərabər yanlılıq var qardaş. Burası 2'dir. Sonra ABC eşkenar idisə, hər tərəfi 8 olmalıdır. Onda AY'ye çatışmır 6. Burada bütövlükdə olsun 8. Bizdən nə istəyir? AY'nin YC'ye. YC'ni tapmışıq. İndi 30-60 AY'ni də tapdım da onda. Başqa nə yazım ki? AY'miz 6. Gedib 30'un qabağını tapacaqdım. Ehtiyac yoxdur. AY'miz 6. YC'miz də 2. 6'ın 2 nisbəti 3. Y variantı. Növbətisində 34'də nə görürük? Bunların gəlin tən ortasına bir hündürlük çəkək. Həm 30 60 90 görünsün, həm də 45 45 90 görünsün. İndi birincisi 90 qabağı 6-dırsa 30'un qabağı 3, 60'ın qabağı olur 3 kök 3. 45'in qabağı 3'dürsə bu yan tərəflər eynidir. Burada 3'dür. 90 qabağı olur 3 kök 2. Bizə dediyi x-da BC məsafəsi. Yəni buranı bütöv götür. X da bərabər olur 3 kök 3 üstə gəlsin 3. Köklə də normal ədədi toplaya bilmirsən deyə elə belə də saxlayasan. 3 kök 3 plus 3. C variantı. 35 yenə qəşəng gedək. Hündürlüyümüzü çəkək. 135'in davamını tamamlayaq. 45 bura qonşusu, 45 bura. Buralar eynidir. Sonra 30, buranın da 60 görünür. Baraya 15 dərəcə qalır. İndi biz nə iş görək? 90'ın qabağı 10'dursa, böyük bucağa baxın əvvəlcə. AMC bucağı daha doğrusu. 90'ın qabağı 10'dursa, 30'un qabağı yarısıdır. Yəni bura 5'dir. 60'ın qabağı da bütövlükdə olur 5 kök 3. İndi 45 45 90'dan yola çıxsaq, buralar eynidir. 5 5, hipotenuz olur 5 kök 2. Bizdən istədiyi x bilirsiniz nədir? 5 ilə x-in cəmi bütövlükdə 5 kök 3'dür axı. X-i da tək saxlayanda onlar 5 kök 3 çıx 5. Yəni köklə normal ədədi biz toplayıb çıxa bilmirik deyə belə də qalır. 5 kök 3 çıx 5 C variantı. 36'ya keçid alaq. Burada orta nöqtəni boşuna verməyib deyə düşünürəm. Gəlin biz bu 90 ilə C-yeni birləşdirək. Muhteşem üçlü qaydasına görə bu da eyni şey olmalıdır.
Başka neyimiz var? Dik üçgen B'ye 7 beraber BC. Ha, bunu indi gördüm. BC ile de deyir CD enişiydi. Bu BC ile bizim CD'miz eynidirsə, bu onda necə üçgəndə? 90 45 45 xassiyəsi var da onda burada. Belə başa düşürük ki, bu yan hissələrdə bir eynidir. Başqa biz nə edə bilərik? Hə, bucaqlar da eyni çıxır onda. Həm də bunu görün ki, bərabər yanlı üç bucaqda təpədən çıxan parça həm hündürlükdür, həm mediandır, həm tənböləndir. Yəni bu bucaqlara 45-45 deyə bilərsən. Buradan da hündürlüklərimizi göstərə bilərik. Bizə bir məsafə versin də Allah yolunda həm verilmiş. AC BD 4. A'dan C'yə qədər görərəm inşallah. B'dən də D'yə qədər. AC'miz olsun bütövlükdə 4. B, bir də D'miz 4. İndi buradan yola çıxıram. Əgər BD 4-dürsə, fikir verin, bax bu hissə 4-dürsə, yarıya bölünür 2-2. Qoy bunu da buradan silim, şəkil qarışmasın. 2-2-ni böldük. Sonra 45-45 90-dan burada 2-dir. Bu hissəmiz olar 2 kök 2, 2 kök 2. Düzdürmü? Sonra nə eləyək sizin üçün? 45 dərəcənin qoyunsu 135-dir. Kosinuslar teoreminə getmək istəmirəm. Əslində. Hə, kosinuslar teoremə siz getməyin deyə, gəlin buradan 90-dan bir dənə qarşıya doğru hündürlük çəkək. Yenə bu bərabər yanlı üç bucaqdır deyə, hansı üç bucaqdan söhbət gedir? B'yə C'dən. Bu ikizkənardır deyə, mən təpədən çəkdiyim parça həm mediandır, həm tənböləndir, həm hündürlükdür. 2 kök 2-ni yarıya bölüb buralara kök 2 kimi baxasan, bunu da niyə eləyirik? Dedim, həm hündürlük, həm median, həm tənbölən. Sən gedib Pifagor istifadə edib x-i tapa biləsən deyə. İndi bir dənə də nə eləyir? Ümumi məsafəmiz 4 idi. Bu qırağına qalır 4 çıxılsın 2 kök 2. Siz fikir versiniz, fokuslanırsınız x-i tapmaq üçün. Baxın bu Pifagora izləyin bunu. Görürsünüzmü? Qəşəng bir dənə Pifagor buradan çıxır. Hə. İndi buna görə biz nə yazırıq? 4 çıxılsın 2 kök 2, üstə gəlinsin kök 2. Bu məsafənin kvadratı, üstə gəlinsin 2-nin kvadratı. 2 də bizdə nə idi? Bu ortadakı məsafə. Hə, bir dəqiqə. Biz məsələn bura bir M nöqtəsi deyim. M-ni hələ tapmamışıq. Onu da qoy düzəldək. M-yə də nə olacaq? Burada fikir verin bu balaca üçgəni. Nə ilə göstərim? Allaha da xoş gəlsin. Baxın bunu. Görürsünüz buranı? Bura 90-45-45 xassəsidir deyə bu hissə ilə də bu hissə indi. Yəni burada da bir kök 2 var gizlənmiş. Ona da fikir verin. Onda olur üstə gəlinsin kök 2-nin kvadratı bərabər x kvadratı. O mavi üçgənə təzədən qayıdırıq. Bu budur. İndi Pifagorumuzu da eləyək. 4 çıxılsın kök altı 2-nin kvadratı üstə gəlinsin kök 2-nin kvadratı bərabər x kvadratına. Gedib açsaq bunu 16 üstə gəlinsin 2 çıxılsın asin kimisi 8 kök 2 üstə gəlinsin 2 x kvadrat 2 toplanır eləyir 20 çıxılsın 8 kök 2 bərabər x kvadratına. Heç xoş bir rəqəm görmürəm. Elə belə də saxlayayım. Niyə belə iyrənc bir şey verib uşağı çaşdırırsan axı? 20 minus 8 kök 2-də heç sən kvadratı deyil deyə kökdə qalır. Yapacaq bir şey yox. Belə də saxlayıb. Hə, bu bölmədə burada bitdi. Nə gözəl, nə xoş. Sağ olun, özünüzə yaxşı baxın. Növbəti hansı bölmədə görüşürük? Deyəsən ikizkenar. Hə, ikizkenar üçgəndə inşallah.